Beləcə biz mükafat və cəzadan danışacağıq. İstəyirəm artıq qonağımızı sizə təqdim edeyim. Psixoloq Elmir İskəndərov. Uşağa ən gözəl yanaşma üsulu empatiyadır. Bu uşaq doğrudan da mənim sözümə baxmaq üçünmü dünyaya gəlib? Bir övladım doğuldu. Görəsən bu mənə nə verməyə gəldi? Mən bundan nə öyrənə bilərəm həyatda? Biz isə, yəni yalnız mən bilirəm ədası ilə, fikri ilə, yanaşması ilə yanaşdığımız müddətcə heç vaxt uşaqla sağlam bir münasibət qura bilmərik. Uşaq sözümə qulaq assın. Mən nə desəm onu eləsin, dinc olsun, sakit olsun və s. və ilaxır. Eyni zamanda da deyirik ki, gələcəkdə uğurlu olsun, nə istədiyini bilsin, güclü olsun, öz ayaqları üstündə dursun və s. Mən uşaq tərbiyəsində sözlərin təsirinə inanmıram. Məncə sözlər davranışlarla bacarmadıqlarımızın redaktəsidir sadəcə. Uzun müddət, illərlə cəza metodu ön plandaydı və çox normal bir tərbiyə sayılır. Valideyn deyəndə ki, bax bu qədər qışqırıram, döyürəm, vururam filan, bəs niyə bunları eləyirsiniz ki? Deyir, mən neyniyim? Deyirəm, yaxşı eləyirsiniz. Təsir var? Yox. Və təsir olmayandan sonra adam eyni hərəkətləri niyə eləsin ki? O daim cəzalandırılan, tez-tez cəzalandırılan uşağın özünə qarşı, valideynlərinə qarşı və eyni zamanda da ətrafdakılara qarşı münasibəti necə olur? Məktəbdə filan uşaq var, çox aqressivdir, onu bunu vurur. Əslində vurmaq istədiyi valideynləridir. Onları vura bilmədiyinə görə gəlib onları vurur. Tərbiyə mövzusunda sıxıntı yaşanan yerlərdən biri də evin içində olan ailə üzvlərinin hər birinin fərqli fikirlərdə, fərqli pozisiyalarda olmağındadır. Cəza verəni də, alanı da bir yerdən sonra yolur. Heç bir cəza verən sevinərək cəza verə bilməz. Cəza verəndə yaxşı deyil iş orasıdır. Düzdür, duyğular olaraq yaxşı deyil. Cəza alan heç yaxşı deyil. İki yaxşı olmayan insani münasibətdə biz yaxşı nəticə gözləyirik. Bu ola bilməz. Sizi Smart Sağlam İnkişaf Platformasının təşkilatçılığı ilə Valideyn Bələdçisi podkastından salamlayıram. Uşaqlardan danışanda tərbiyə kəlməsi də həmişə yanaşı gəlir. Tərbiyədən danışanda isə adətən valideynlərin istifadə elədiyi vasitələrdən biri də mükafat və cəza olur. Cəmiyyət uzun illərdir ki, cəza ilə nizam-intizamı, mükafatla da itaəti təmin etməyə çalışır. Amma belə bir sual yaranır. Bu vasitələrlə insan özünü tanımağa yox, başqasına uyğunlaşmağa çalışmırmı? Beləcə biz mükafat və cəzadan danışacağıq. İstəyirəm artıq qonağımızı sizə təqdim edeyim. Psixoloq Elmir İskəndərov. Xoş gəlmisiniz Elmir bəy. Təşəkkür edirəm. Elmir bəy, düzdür, mən girişdə mükafat və cəzadan danışdım, amma əvvəla istəyirəm ki, addım-addım gedək. Yəni valideynləri buna məcbur eləyən səbəblərdən. Yəni uşaqların davranışlarından biraz danışaq. Xüsusən də bu sözə baxmamaq, sözə baxmayan uşaq kəlməsi çox tez-tez sadalanır ailələrdə, məktəbdə, valideynlər arasında və s. Bu sözə baxan uşaqla sözə baxmayan uşaq arasında sərhəd hardan keçir? Ümumiyyətlə biz hansı uşağı sözə baxan uşaq adlandırırıq? Hansı meyarlara əsasən? Başdan təbii ki, bizim tələblərimizdən başlayır problemlər. Bizim tələblərimiz isə şüur altından indiyə qədər öyrəndiklərimizdən başlayır. Bizim tələblərimiz, bizim istəklərimiz, bizim uşağa yanaşmalarımız xüsusi öyrənmədiyimiz müddətcə şüur altı xarakter daşıyır. Nə deməkdir? Yəni bizə görə bildiklərimiz, uşaqlıqdan bu yana yığdıqlarımız, tərbiyə kəlməsinin özü də, onun içi də. Yəni biz uşağı tərbiyə etməyi düşünürük. Məsələn, heç kim deməz ki, yox, uşağı tərbiyə etməyə ehtiyac yoxdur. Bu cəmiyyətdə düzgün səslənməz. Bəli. Biz də bu əzbərlə gedirik. Yəni dayanmırıq ki, bir dəqiqə deyəm, mən neyniyirəm? Ümumiyyətlə bu düzdür, bu düz deyil. Nə etməliyəm, nə etməməliyəm? Uşağın sözə baxması. Yəni düşünün, mən hər zaman, bəlkə bu çəkiliş müddətində də bunu eləyəcəm. Uşağa ən gözəl yanaşma üsulu empatiyadır. Amma belə empatiya ki, özünü uşağın yerinə qoymaq yox, biz onu bacarmarıq. Ancaq alternativ olaraq ya da adekvat olaraq mənim həyatımda bu necə təzahür eləyə bilər? Bunu düşünəndə cavablar bizim üçün aydın olur. Heç gedib nəyisə oxumağa da ehtiyac yoxdur. Məsələn, mən birisi ilə münasibət qururam.
o mənim müdirim ola bilər. Məsələn, bu durumda uşaq valideyn uşağın müdiri. Adekvat oldu da. Ya da ki ümumiyyətlə, yəni bir böyük, yəni məndən bir böyük adam var. Məndən 20 yaş böyükdür, 25 yaş böyükdür və mənə olan yanaşması budur. Aramızdakı münasibətin tənzimlənməsinə baxın. Mənim sözümə baxassan. İndi siz mənim təşviş səviyyəmi düşünün. Mən nə bilim bu məndən nə vaxt nə istəyəcək, nətər olacaq. Bu həyat nətər keçəcək. Və mənim içimdəki duyğulara diqqət edin. Eyni şeydir, heç bir fərqi yoxdur. Gəlirəm ikinci məsələyə. Etiraz eşidirəm. Belə bir etiraz eşidirəm ki, o uşaqda axı. Nə deməkdir? Yəni yenə şüur altımızdakı inanclarımıza görə uşaq heç nə bilmir, uşaq başa düşmür, uşağın ağlı çatmır. Uşaqsan otur uşaq yerinə. Uşaq John Locke-un təbirincə desək, ağ vərəqdir. İstədiyin yaz da, o gəlsin bir şey yazsın, bu gəlsin bir şey yazsın, özün yazan mətn göndər müəllim yazsın. Belə gedir də həyat. Ancaq bu uşaq doğrudan da mənim sözümə baxmaq üçünmü dünyaya gəlib? Bir. İkincisi, hansı sözümə baxmaq üçün dünyaya gəlib? Belə də deyəndə, o saat istisnalar ağlımıza gəlir. Onu mənim sözümə baxmır, onu buraxaq nə istəyir? Əşi, mən bundan danışmıram. Demirəm buraxaq nə istəyir eləsin. Niyə buraxanda nə istəyir eləyəcəyini, amma yalnız və yalnız mənfi şeylər eləyəcəyini düşünürük. Bax, problem buradadır. Biz uşağı nə hesab eləyirik ki? Niyə uşağı yazmaq əvəzinə oxumağı yoxlamırıq? Çətindir, düzdürmü? Bu bizdə yoxdur. Bəli. Uşaq necə oxuyarlar ki? O dili bilmirik. Bəli, o dili bilmirik. Ancaq burada da, yəni bütün günah uşağın üstündə qalmamalıdır da. Ona görə mən hər hansı bir valideyn deyəndə ki, uşaq sözümə baxmır, mən bu sualı verirəm. Hansı sözünüzə? Və valideynin buna verdiyi cavab yoxdur, hələ eşitməmişəm. Bəli. Sonra ümumiləşmiş şəkildə dialoqumuz davam edir. Ancaq hansı sözünə qulaq asmadığını bilmirik. Bir. İkincisi, yəni bütün sözlərinə qulaq asmaması da mümkün deyil də uşağın. Mütləq ki, hansısa birini eləyir. Yəni ən azı da belə necə bir uşaq olar ki, ayda ildə bir dəfə nəsə bir dediyini eləyir də. Amma ümumi mənada mənim qarşımda sözə baxmayan deyə kodlaşdırdığım bir məxluq, çünki heç nə bilməyən bir məxluq varsa, o məxluqla mən necə insani münasibət qura bilərəm ki? Aramızdakı münasibət yalnız sənin mənim sözümə baxmağın üzərində qurulub. Artıq idarə etmədə necədir? Əvvəl necə idi? Əvvəl belə idi. Bir müəssisədə idarə edən, yəni müdir, hər şeyi bilən idi. İşçi ona tabe olacaq, onun dediklərini eləyəcək, bununla da məsələ bitəcək. İtaətkarlıq. İndi isə artıq idarə etmənin forması dəyişdi. Artıq işə o müdir, rəhbər işə adam götürəndə bunu soruşur. Sən bura nə qatasan? Biz səndən nə öyrənəcəyik? Nəyi bura gətirəsən? Yoxsa mən sənə deyəcəm eləyəsən, yox, hamı eləyər. Bəli, sənin özəlliyin nədir? Bəli, sənin xüsusiyyətin nədir? Sənin fərqliliyin nədir? İndi bir övladım doğuldu. Görəsən bu mənə nə verməyə gəldi? Mən bundan nə öyrənə bilərəm həyatda? Biz isə, yəni yalnız mən bilirəm ədası ilə, fikri ilə, yanaşması ilə yanaşdığımız müddətcə heç vaxt uşaqla sağlam bir münasibət qura bilmərik. Bəli, biz bəzən nə bildiyimizi istəmirik, nə istədiyimizi bilmirik. Belə olur ki, deyirik ki, uşaq sözümə qulaq assın, mən nə desəm onu eləsin, dinc olsun, sakit olsun və s. və ilaxır. Eyni zamanda da deyirik ki, gələcəkdə uğurlu olsun, nə istədiyini bilsin, güclü olsun, öz ayaqları üstündə dursun və s. Amma sanki bu iki istək çaxnaşır. Yəni biri digəri ilə uyğunlaşmır. Qarışır hər şey. Çox gözəl dediniz. Ümumiyyətlə uşaq itaət eləməlidirmi? Hər sözə siz də bayaq dediniz, hansı sözə baxmır? Nədir o? Həmin söz nədir? Ümumiyyətlə uşaq daim elə sözə baxmalıdırmı? İtaət eləməlidirmi? Bəlkə elə uşağın ipə sapa yatmamağı normaldır. Hansı hallarda? Birincisi bayaq dediyim o məsələn işçi müdir münasibətindən götürsək, hər zaman bunu tövsiyə eləyirik ki, sağlam münasibət formalaşdırmadan, ürəkdən, qəlbdən işçi müdir yox
Yəni Bəli, həqiqətən canı səmimi, dildən bəli, deyilən. səmimi o münasibəti formalaşdırmadan bu mənim işçimdir, mən buna deyim, bunun axırı yoxdur da, yəni bu çox getməz. Amma Düzdür. aranızda sizin səmimi münasibətlər varsa, onsuz da sən də bilirsən ki, ona nə demək olar, nə demək olmaz, nəyi necə demək olar. O da çox gözəl bilir ki, baş üstə, sən dedinsə mən bunu eləyəcəm. Hətta bəzən istəməsə belə, bəzən yorulsa belə onu eləməyə meylli olacaq. Niyə? Çünki o işi tapşırana münasibəti müsbətdir. Valideyn olmaq ya da müəllim olmaq, yəni hər hansı bir kimlik, eyni zamanda müdir olmaq, o demək deyil ki, mənə dırnaq içində tabe olan insanlara mən nə desəm onlar onu eləməlidir. Xeyr. Bu insani münasibətlərlə tənzimlənir. Valideyn əvvəla baxacaq ki, bir dəqiqə deyəm, bizim bir-birimizə qarşı münasibətimiz necədir ki, mən də ona gəlib deyəcəm ki, bir dənə bunu gətirə bilərsən oradan. Valideyn olmağım başlı başına heç nə demək deyil. Kimlik heç nə demək deyil. Bizim, yəni diqqət eləyin cəmiyyətdə biraz sıxışanda kimliyimizdən istifadə edirik. Avtoritarlıqdan istifadə Hə, edirik. məsələn, mən deyirəm ki, Yaşımızdan istifadə edirik. bəli, məsələn mən deyirəm ki, o sənin sözünə niyə baxsın ki? Deyirəm mən onun anasıyam. Anasıyam. Mən soruşmadım, kimsən? Sözünə niyə baxsın? Bu o deyil axı. Düzü mən müəlliməm. Bu yetərli ola bilməz. Mən sənin kimliyinlə münasibət qurmuram, mən sənin özünlə münasibət qururam. Və bu münasibətlə mən o birisini eləmərəm. Olur iş yerlərində, yəni iş saatı bitib. Bitdi, mən gedirəm. Əgər müdir orada desə ki, qal bir yarım saat bunu elə, qalıb yarım saat onu eləyərsən, amma içində hansı duyğular olar o müdirə qarşı, düzdürmü? Amma münasibətiniz yaxşıdırsa, eləyəcəksən, 2 saat da eləyərsən. Ürəkdən eləyəcəksən. Gedib bazar günü də eləyərsən. Bəli. Eyni şeydir. Kimliyimiz bizim üstünlüyümüz demək deyil. Yaşımız üstünlüyümüz demək deyil. Bir tərəfdən ağıl yaşda deyil, başdadır deyirik. O biri tərəfdən yaşımız çox olduqca başımızın çox olduğunu düşünürük. Ya da bir tərəfdən bayaq dediyiniz kimi, uşaq mənim hər dediyimi eləsin deyirik. O biri tərəfdən deyirik ki, məktəbdə özünü müdafiə eləsin. Həyatda nə bilim uşaq buna belə eləyəndə elə eləsin. Xeyr, uşaq necə eləsin, bunu necə öyrənsin? Uşaq bütün təcrübələrini əvvəla valideynləri ilə yaşayır. Əgər sənə qarşı çıxa bilmirsə, belə bir ixtiyarı yoxdursa, onun şüuraltı bu şəkildə formalaşır. Bu dünyada özündən böyük kim olursa olsun, onların dediklərini etməlisən. Bu şəkildə bir uşaq böyüyür. Və bu da hər halda istəmədiyimiz bir şey. İndi o səmimi münasibətlər ki dediniz, bir səbəb kimi görmək olar da uşağın sözə baxmaması mövzusunda. Sözə baxmamasında nəyi demək istəyirəm? Hal-hazırda valideyn ola bilər ki, ağıllı göstəriş verir. Ağla, məntiqə uyğun göstəriş verir. Ona görə yox ki, uşaq ona ram olsun, tabe olsun. Sadəcə başa salmağa çalışır və göstərişləri olur. Amma uşaq yenə də o narazılıq yaradan davranışlar ki var, nalayiq davranışlar ki var, onları yenə də sərgiləməyə davam edir. Yəni sözə belə bir məsələ var. Yaş fərqini nəzərə almalıyıq. Bəli. Yəni məsələn, xüsusilə 4 yaşa kimi. Mən sırf burada elə yaşa toxunacaq və səbəblərə də istəyirəm toxunaq ki, birini məsələn siz dediniz də, o səmimi münasibətlər ki var, o olmalıdır ki, uşaq da sonra o özü isti şəkildə valideynlə o münasibəti qura bilsin. Bəs başqa hansı kökündə hansı səbəblər dayanır? Yaş olaraq baxsaq, Bəli. 4 yaşa kimi ümumiyyətlə uşaqların qulaqları eşitmir. Deyir 2 Görün, yaşı var. gördüklərini Deyir 2 yaşı var. Başa da salıram. Başa salıram nədir? 2 yaşında uşaq başa düşə bilməz. Mümkün deyil bu. Yəni qulaqla başa düşə bilməz o eşitmir. Ancaq görür. Görür, gördüyünü də götürür. Bu durumda sən burax uşağı, get yoldaşından münasibətlərinə bax. Gör nə edirsiniz? Sən get rəfiqələrindən ya da o kişisənsə dostlarından, çöldə, oradakı münasibətlərinə bax. Gör nətərdir vəziyyət. Gəl niyə uşaq üstünə düşmüsən ki? Elə olmur. Sən necə bir nümunə təşkil edirsən, sən necə danışırsan, sənin ağzından hansı sözlər çıxır, hansı sözlər çıxmır. Ya da bu uşaq haralardadır? Yəni bütün günü həyətdədirsə, oradan nalayiq bir söz öyrənməməsi mümkündür bunun. Sən göndərsən həyətə, o öyrən ya da əmisi oğlundan getdi öyrəndi, gəldi, sonra o sözü işlədəndə uşaqla dalaşırsan. Axı necə indi başa sal ki, bu burada işlənmək olar, burada işlətmək olmaz. O bilə bilməz.
Onun nə işi var idi həmişə oğlunun yanında? Hmm. Yəni 4 yaşa qədər belədir. Ondan sonra isə çox cüzi, az-az nəsə deyə bilərik. Ümumiyyətlə mən uşaq tərbiyəsində sözlərin təsirinə inanmıram. Məncə sözlər davranışlarla bacarmadıqlarımızın redaktəsidir sadəcə. Bir növ mən deyirəm ki, ya mənim gücüm çatmır bunları sənə göstər. Nə olsa sən özün elə də. Ya mən də eləyə bilmirəm, gör sən nə edirsən. Bu belə olmur axı. Bu haqsızlıqdır. Ona görə də yalnız və yalnız davranışla nümunə. Davranışla nümunə. İkinci bir məsələ, uşağın duyğularını nəzərə almadan onun davranışlarını idarə etməyə ya da yönləndirməyə çalışmaq yanlış bir addımdır. Nə demək istəyirəm? Tutaq ki, deyirsiniz ki, valideyn bəlkə ağıllı bir məsələ. Məsələn, valideyn deyir ki, dərs oxu. Birincisi, uşaq dərs oxumaq lazım olduğunu bilmir ki, bildiyini dəfələrlə ona deməyin nə mənası var? Güya biz bütün bildiklərimizi eləyirik ki, insan başı ilə yaşamır axı, bədəni ilə yaşayır. Yəni biz bütün bildiklərimizi eləsəydik, bir dənə gözəl cəmiyyətimiz olardı. Gəl gör, biz hər şeyi bilirik də. Hansı siqaret çəkən bilir ki, siqaret çəkmək zərərli deyil. Yəni bildiyi halda da eləyir. Kim bilmir ki, yalan danışmaq yaxşı şey deyil. Kim bilmir ki, oğurluq eləmək yaxşı şey deyil. Kim bilmir ki, bir insanın haqqına, hüququna riayət etmək nədir, riayət etməmək. Hamımız hər şeyi bilirik. Ancaq biz uşaqdan ideal bir varlıq gözləyirik də. Yəni o hər şeyi biləcək, bildiyi hər şeyi də edəcək. Bu mümkün deyil. Bunun da ən böyük nümunəsi elə bizlərik. Belə ola bilməz, insan belə bir varlıq deyil. Ona görə də birinci növbədə biləcəyik ki, bu uşaq nəyi bilmir ki, mən indi ona bildiyini deməyə gedirəm, bilmədiyini deməyə gedirəm. Bu hər şeyi bilir. Ona görə deyirəm, sakit durmaq lazımdır. İkincisi, yaxşı, bilir amma eləmir. Bəs burada biz necə bir addım ataq? Buradakı səhvimiz də o olur ki, uşağın etmək istəmədiyi hər hansı bir davranış, məsələn, ən məşhuru nədir? Dərs oxumaq. Biz onun sevmədiyi bu şeyi ona sevdirməyə çalışırıq. Bu yanlışdır. Dərs sevilən bir şey deyil. Həvəs varsa Azərbaycanda heç deyil. Bir uşağın dərsə həvəsi varsa, orada problem var. Dərsə həvəsi varsa problem var. Bəli. Çünki dərs sevilən bir şey deyil. Sevilə bilməz dərs. Dərsdə seviləcək heç nə yoxdur. Dərs sıxıcı bir şeydir. Qurtardı getdi. Bu qədər bəsit. Bəli. Yaxşı, mən bu arada birinci ixtisası müəllim olaraq və müəllim işləmiş bir adam olaraq deyirəm. Dərs sıxıcı bir şeydir. Birinci növbədə bunu qəbul eləyəcək ki, bu dərs insanı sıxır. Otur, yaz, oxu, nə bilim, nə, hələ aşağı siniflərdə ümumiyyətlə. Sıxır. İndi sual gəlir ki, bəs onu niyə oxumayaq dərs? Yox, mən oxumayaq demədim. Öhdəliklərdən biridir. Şeydir, duyğu başqa şeydir, davranış başqa şeydir. Biz uşağa dərs oxunu elə deyirik ki, elə bir ki, sən nə var? Nə var bunu eləməyə? Ged elə. Əsas mənim işimdir. Bu ev işləri ya da çöl işləri falan. Əsas çətin işlər bunlardır. Sən nə var dərs oxumağa? Deyəndə uşağın əzmini də alçaltmış olur. Odlanır belə ki, bu mən əziyyətini görməməzlikdən gəlirik. Bu deyir ki, sən nə var ki, sən var bir dənə işin var da dərs oxu. Mən deyirəm ki, gəlin yer dəyişək görək, gedib 2 gün onun yaşadığı həyatı yaşaya bilərsən. Bu düzgün deyil axı, xeyr. Yəni işləyən insanlar kefdədir. İçimən qarışıq. Kefdəyik. Mən kefdəyim. Hər gün gedirəm bax, görüşlər, seanslar, yazılar, oxuyuram, ya belə ləzzət edir həyat. Amma mənim uşağım məktəbdə gedir hansısa sözləri eşidir. Nə bilim, belə də, yəni nə bilək hansı müəllimdir, nədir, müəllim də öz yaraları ilə, travmaları ilə ortadadır onsuz da. Bəli. Direktor müavini var, məktəb mühiti var. Nə bilim, o qədər sözlər eşidir ki, axşam da gəlir biraz məndən eşidir. Kim daha yaxşı həyat yaşayır? Kimin üçün daha asandır görəsən? Ona görə də dərs oxu deməyək demirəm. Sadəcə onun duyğusunu anlayaq. Məsələn, gələk bir başını sığallayaq ki, o riyaziyyatı eləyəndə. Çətindir eləmi? Yəni, bezirsən ya da uşaqların dili ilə desək, yenə yüklüyüb müəllim. Deyə, inanın o qayıdıb bizə təsəlli verər ki, narahat olmadan eləyəcəm. Amma biz deyirik ki, sən nə iş yapmışsın? Əsas mən iş görürüm. Xeyr. Heç bir ana
ev işlərini qoyub 3 gün dərs oxumaq istəməz. İddia edirəm. Əgər varsa elə kimsə, gəlsin o eksperimenti aparaq. Görək nə edir. Baxın, kitab oxumaqdan danışmıram. Bəli. Kitab oxumaq sevilən bir şeydir. Dərs oxumaq sevilən bir şey deyil. Dəqiqələrlə, Səbəb nədir? ard-arda. Çünki dərsdə sən seçmirsən. Kitabı sən seçirsən. Bu Bəli. çox böyük bir motivasiyadır. İş də elədir. Yəni insan sevdiyi işlə məşğul olursun. Sizin dediyiniz kimi siz onu pula görə işləyirsə, nəticədə pulu əldə eləyə bilər. Amma həyatdan zövq ala bilməz. Ona görə kitabla dərsi qarışdırmamalıyıq. Dərsin mövzuları var. Sən bu mövzunu oxumalısan. Sən bunu bu şəkildə yazmalısan. Sənə tapşırıq verilir, deyilir ki, bax 10 dənəsini elə. Kitabda elə şey yoxdur ki, sən bir kitab oxuyursan sərbəst. Yəni məcbursan bu gün 30 səhifə oxumağa. Yox. Yoruldun ki, oxu kitabı. Ya da dön təzədən bir də oxu. Üstəgəl dərs oxuyanda mənə qiymət verəcəklər. Amma kitab oxuyanda heç kim mənə qiymət verməyəcək. Mənim təşviş səviyyəm çox aşağıdır. Çünki özüm oxuyuram da, xoşuma gəlir. Görüm axırda nə oldu orada. Kitab oxumada bir mühakimə var, dərsdə mexaniklik var. Mexanik iş insanı bir yerdən sonra bezdirər. Və biz uşaqlardan 11 il eyni templə o sıxıcı işi görmələrini gözləyirik. Bu yanlışdır. Bəli. Bir də bu nizam, intizam, disiplin vacib mövzulardan biridir bu da. Bu yerdə də çox istifadə olunan üsullar da elə cəza və mükafatdır. Bura keçid eləsək, olmazmı ki, bu cəza olmadan, mükafatlandırmadan həmin nizam, intizam qurulsun? Bunu necə təmin eləmək olar? Əslində ən başdan yenə də cəza və mükafat üsullarını biz ta əvvəldən, uşaqlıqdan elə bizə edilənlərdən də həmçinin öyrənmiş oluruq. Bu bizim xüsusi gedib elmi araşdırmalar nəticəsində əldə etdiyimiz bir şey deyil. Elə nəsildən nəsilə ötürülür. Uzun illər boyunca heç kim bu var. oturub bir dənə baxmır ki, bir dəqiqə deyəndə bu ümumiyyətlə lazımdır ki, yoxsa yox. Deməli, uzun müddət, illərlə cəza metodu ön plandaydı. Və çox normal bir tərbiyə sayılırdı. Bu da nədən irəli gəlirdi? Psixologiyada davranışçılıq deyirlər. Davranış təlimindən irəli gəlirdi. Yəni məqsəd sənə bu davranışı elətdirməkdir və bu da xüsusilə belə deyək, heyvan cəmiyyətinin, heyvanlar aləminin insan cəmiyyətinə inteqrasiyası nəticəsində baş vermişdi. Yəni əgər heyvanlar cəza üsulu ilə fillər, ayılar və s. əhliləşdirilə bilirsə, dedilər ki, demək ki, insanlar da bu yolla tərbiyə edilə bilər və tətbiq etdilər, doğrudan da nəticə aldılar. Həqiqətən də cəza qorxusundan, cəzanın təsiri ilə davranışlar dəyişdi. Ancaq bunu etdikləri zaman insanların duyğularını nəzərə almırdılar. Bəli. Duyğu görünən bir şey deyil axı. Nə fərqi var? Sən məni söyə-söyə də olsa, əsas odur ki, bunu elə. Mən sən bunu elədiyini görüm. Yəni da içində mənə hansı duyğunu bəsləyirsən, içində nələr olur, nələr bitir, onun söhbətə dəxli yoxdur. Davranışı gördük, vəssalam. Deməli biz nəticə aldıq. Bax, bunu uzun müddət bu şəkildə getdi. Bunun kökü budur. Ancaq daha sonra güya insani nöqtələrə gəlməyə başladıq. Bu səfər də dedilər ki, yox, cəza yaxşı şey deyil, sizə yaxşı mükafat verin. Ancaq mükafatın da cəzadan fərqli olmadığı ağlımıza gəlmədi. Əslində ikisi də eyni şeydir. Mükafatdan məhrum olma cəza alma demək deyilmi? Ya da cəza alma o mükafatı əldə etməmə demək deyilmi? İkisi də eyni cür gedir. Və bizim birinci baxacağımız məsələ bilirsiniz nədir? Ümumiyyətlə cəza və mükafatı tərbiyə metodlarında alternativlərdən biri etməmək. Yəni daha doğrusu bunu əsas eləyirik. Deyirik ki, mükafat və cəza. Başqa nə ola bilər ki? Bunlar metod olaraq qaldığı müddətcə biz başqa heç nə tapa bilməyəcəyik. Amma nə olursa olsun, belə bir metod yoxdur bu dünyada. Mükafat və cəza yoxdur. O zaman o qədər metodlar taparıq ki, bu da psixoloqlardan öyrənilən şeylər deyil. Yəni gedin belə eləyin, gedin elə eləyin. Bu yanlış. Hər insanın özünə məxsus tərzi var. Yəni bu şey Şəbnəm xanıma yaraşmaz.
Mənfi bir şey deyil ha. Onun təbiətinə uyğun deyil. Bu səfər Şəbnəm xanım gedir, oradan öyrənir onu ki, mən bunu eləməliyəm, süni görünür. Onluq deyil axı. Amma Şəbnəm xanım bilsə ki, mükafat, cəza söhbəti yoxdur, onu bağladıq, qoyduq bir qırağa, bu hamısı səhv imiş. Mən necə eləyə bilərəm? Onun ağlına o qədər gözəl şeylər gələr ki, və özünə məxsus, öz təbiətinə uyğun və o səmimi şəkildə o hərəkətləri nümayiş elətdirir. Eyni şəkildə bu uşağa görə də dəyişir. Hansı uşağa hansı metod? Yəni 3 dənə metod öyrəndim, gedirəm mən uşaqla iş görürəm. Mən uşağa yanaşma yoxdur burada. Taktika ilə yanaşmazlar uşağa. Uşağa səmimi yanaşarlar. Və bunu da hər bir ana da, ata da, müəllim də çox gözəl bilər əslində. Özünə məxsus tərz formalaşdırır. Yetər ki, sıxışanda yenə o şüur altına müraciət eləyib, oradan bir dənə cəzanı, bir dənə mükafatı çıxartmasın. Ona görə mən ən əvvəla bunu demək istəyirəm ki, bəs yaxşı, cəza verməyək, mükafat ol, bəs nə edək? Sualı yanlış sualdır. Bildiniz də, bu sual onu göstərir ki, onlar orada var. Yəni onlar ehtiyatda durur. Tapmasam ora qayıdacam. Bunlar da çünki metodlardan biridir də. Sən bir dənə də görüm indi xoşuma gəlməsə yenə mən usta bu. Valideynəm də deyir, hər şey eləyirəm, uşaqla danışıram, uşaqla vaxt keçirdirəm, yenə də özünə qoyulmur. Adətən işlənilən kəlmələrdən biri də budur. Özünə qoyulmur, yenə də həmin davranışı sərgiləyir. Bəs mən nə edeyim? Cəza verməyim, nə edeyim? Birinci növbədə valideyn ümumiyyətlə bizim cəmiyyət olaraq da bu cəmiyyətimizdə də o qədər bunu müşahidə edirəm ki, parkda o deyək bu maşındır, nə bilim də müxtəlif şeylər var da uşaqların istifadə elədikləri əyləncə üçün. O orada məsələn müəyyən oğlanlar dururlar pulla, tutaq uşağı maşına mindirir falan. Onların da uşaqlarla münasibətlərinə baxın. Bütün cəmiyyət olaraq bizim uşaqlara münasibətimiz yaxşı deyil ümumiyyətlə. İçəridə biz uşaqlar haqqında yaxşı şeylər düşünmürük. Bu da təbii olaraq təzahür edir. Belə ki, əgər valideyn bir insan uşaq haqqında o belədir, məsələn, aqressivdir, sözə baxmır. Şuluqdur, dəcəldir, tərbiyəsizlik eləyir, kimi ifadələrlə yanaşırsa, heç ona deməyinə ehtiyac yoxdur, içində elə düşünürsə, onun o uşaqla sağlam, gözəl münasibət qurması başda mümkün deyil. Təbii ki, o mükafatdan cəza verir. Ola bilməz bu, mümkün deyil. Yəni, bizim bir-birimizlə olan münasibətlərimiz ya da rəftarlarımız bir-birimizə olan şüuraltı münasibətlərimizlə şərtlənir. Yəni, siz mənim haqqımda, siz məni tanımırsınız. Tanımırsınız, mən necə bir insanam, bilmirsiniz. Ancaq, nə bilim, internetdə baxırsınız, oradan baxırsınız, yaxşıdır. Yəni, savadlı adam, deyirsiniz ki, savadlı, siz nə bilirsiniz ki, mən savadlı adamam, yoxsa deyiləm. Şüur altında formalaşdı mı, bitdi. Sonra o birisi gəlir deyir ki, bəs o savadlı deyilmiş. Siz başlayırsınız məni müdafiə eləməyə. Məni tanımırsınız. Şüur altında münasibətiniz müsbətdir axı. Bəli. O inancı yox edəcəyimə o adama qarşı çıxaram. Ona görə biz valideynlərə tövsiyə edirik ki, birinci növbədə gedin, o gözəl, o saf, məsum, tərtəmiz övladınız haqqında mənfi fikirləriniz var. Birinci onları bir dənə təmizləyin. Müdafiə etməyin, deməyin ki, elə eləməsəydi mən belə deməzdim. Bunlar hamısı yalandır. Mən burada vaxtımız məhdud deyə bunun şüuraltı mexanizmini açıqlaya bilmirəm. Amma bu qədərini deyə bilirəm ki, xeyr, hamısı yalandır. Elə şey yoxdur. Heç bir uşaq dünyaya ona görə gəlmir ki, tez böyüsəydim anamın başını oynaçardım. Tez böyüsəydim bu dünyanı qırıb batırar. Buna görə gəlmir bir uşaq dünyaya. Və o tərtəmizdir, safdır, məsumdur. Mənim yanlış yanaşmalarım nəticəsində davranışlarda müəyyən belə xoşa gəlməz hallar var. Ola bilər. Bunu da mən münasibətimlə həll eləyəcəm. Ağıl verməklə yox, bütün günü danışmaqla yox, şikayət eləməklə yox. Əgər bir insan deyirsə ki, sevgidə verirəm, xeyri yoxdur. Döyürəm də, xeyri yoxdur. Yaxşı danışıram, yumuşaq danışıram, mülayim danışıram, xeyri yoxdur. Sərt də danışıram, xeyri yoxdur. Əlbəttə ki, xeyri ola bilməz.
Yenə müdir işçisi olaraq düşünün. Müdir bir üzü gülür, bir də üzü sönür. Siz o müdürü sevərsiniz, siz o müdirə güvənərsiniz. Nə bilim, 2 nəfərlə yaşayıram da elə bil ki mən. Anam 2 nəfərdir. Bir üzü sönən, bir də mülayim. İndi hansı olacaq? Güvən itirək aradakı bu insan necə insandır, bəlli olmadı da bu. Elə oradan anlayın ki, siz sevgi vermir. Heç bir insan sevgi verdiyi bir insanla, sevgi yaşadığı bir insan haqqında mənfi bir cümlə işlətməz. Ona görə bütün cavablar suallarımızda gizlidir. O güvənli bağ deyirik. Yəqin ki, Bəli. o qurulmur valideynlə övlad arasında. Bəli. O da mən sənin haqqında mənfi düşündüyüm müddətcə o bağ qurula bilməz. Mən sənin haqqında bilsən necə düşün? Dünyanın ən gözəl şeylərini düşünəcəm. Yoxsa belə eləməyəcəm, deməyəcəm. Aqressivdir, budur. Amma bunu da deyim ki, mərhəmətlidir ha. Yəni o mərhəmətli var ya, əslində elə əsas o idi də. O elə arada bir istisna kimi keçdi də. Bu bizim münasibətimizi tənzimləyə bilməz. Ya da münasibətlərimiz bundan tənzimlənirsə, nə o uşaq mənim o dediyim ağıllı sözlərə baxar, nə məni təqlid edər. Yaşını gözləyir. Biraz, yəni yeniyetməliyə doğru artıq gedəcək, çöldə, bayırda təqlid edəcək insanlar o qədərdir ki. Və insan sevdiyi insanın dəyərlərini mənimsəməyə meyillidir. Nə qədər çox istəyərsə, onu o qədər deyər ki, tutaq ki, siz bunu hardan öyrənirsiniz? Hansı kitabı oxuyur görəsən? Baxın, məsələn bir pərəstiş etdiyimiz insan Onun həyat filmdə, haqqında hər şeyi bilirik. bir filmdə əlinə bir kitab alsın, qaçıb gəlib o kitabı alıb başlayır oxumağa. Heç sevirik, sevmirik o kitabı, bizim maraqlarımızın çox fərqi yox. Sadəcə o insana pərəstiş eləyirik Sadəcə o deyə. insanı sevirik deyə. O insana münasibətimiz müsbətdir deyə. Elə bir şüur altımız bizə deyir ki, o mənfi işin eləməz də. Ona qulaq as. Valideyn olaraq o mövqedə olmalıyıq, amma təəssüf ki, uşaqlarla üz-göz olduqca özümüzü hörmətdən salırıq. O hörmət hissəsi məhv olub gedir. Bəzən valideynlər uşaqlarla danışanda elə sözlər işlədirlər ki, xüsusilə onların şəxsiyyətlərinə yönəlik, düşünün, şəxsiyyətini təhqir etdiyim insandan gələcəkdə bir şəxsiyyət olmasını gözləyirəm. Bu necə ola bilər ki? Ona görə də uşaqlara onları görmək istədiyimiz şəxsiyyət nədirsə, sanki eləymişlər kimi yanaşmaq lazımdır. Böyük bir hörmətlə yanaşmalıyıq biz uşaqlara. Biz isə öz davranışlarımızı heçə sayırıq. Diqqət edirsinizsə bayaqdan heç uşaqlar belə eləsin, elə eləsindən danışmırıq biz ancaq. Ancaq böyüklərdən danışırıq. Bu belə olmadığı müddətcə mən uşağa fokuslandığım o belə eləsin, bu belə eləsin, bu belə eləsin. Yəni bizim münasibətlərimiz düzələcəksə, bunu uşaq eləsin, uşaq düzəltsin. Bunu gözləyirəmsə, elə burada başdan problem başladı. Olmaz ki, belə bir şey. Mən eləməliyəm hamısını. Xeyr, bu məndən asılıdır. O balacadır. Sərf eləyəndə mən böyük oluram və burada da böyük olum da. Mən gedim bu məsələni həll edeyim. Mən baxım ki, yox, bizim aramız yaxşı deyil. Biz buralarda toqquşuruq və heç nə bizim münasibətimizdən daha dəyərli deyil. Nə dərs, nə universitet valideynlərin ən böyük bəlaları olduğuna görə deyirəm bunları. Ona görə də intiharlar olur. Bəli, heç bir şey yəni münasibətimizdən daha dəyərli ola bilməz. Yəni bir uşağa özünü pis hiss elətdirməklə necə yaxşı nəticə əldə etmək olar ki? Əlbəttə ki, bəli. Bizə bunu da öyrədiblər. Cəza da özünü pis hiss elətdirmək. Bizə bunu da öyrədiblər. Deməli, bir insan hər hansı bir dırnaq içində bizə yanlış gələn hər hansı bir davranışından nəticə çıxarması üçün əvvəla özünü pis hiss eləməlidir. Özünü yaxşı hiss edərək o yanlış davranışından nəticə çıxara bilməz. Bizə bunu öyrədiblər. Amma bu çox yanlış bir şeydir. Çünki mən bu stəkanı sındırdım. Valideyn gəldi, belə mən onsuz da bu stəkanın sınmasından həyatın təbii axarına tərs bir şeylər olduğunun fərqinə vardım. Nə bilim, 1 yaşım var, 2 yaşım var. Bəli. Anam da oradan üstümə gələndə mənim təşviş səviyyəm artdı və mən özümü bu dəqiqə heç yaxşı hiss etmirəm. Özünü yaxşı hiss etməmə zəiflikdir. Orada bir zəiflik var. Yəni, yaxşı olmama halı bərabərdir zəiflik, psixoloji zəiflik. Yaxşı olma halı bərabərdir güc. Mənə bir daha o davranışı təkrar etməmək, ya da oradan nəticə çıxarmaq, yaxud bir şey öyrənmək üçün güc lazımdır, zəiflik yox.
Bəli. O zaman öncə stəkanı qoyuruq bir kənara. Yaxşısan? Ya sən yaxşı ol. Çünki sən yaxşı olarsansa, hər şeyi düzəldərsən. Bizə bu şəkildə öyrədilməyib. Öncə ağlın başına gəlsin Bəli. ifadəsi altında sən özünü pis hiss et, yatır. Çünki özünü pis hiss eləməsən, sabah o davranışın təkrar olunacaq. Amma nədənsə illərlə biz buna baxmamışıq ki, özümü pis hiss eləyə gedirəm, heç bir davranışım da dəyişmir. Davranışlarım da pisləşə gedir. Və dayanıb bir dəqiqə də burada yəqin bir uğurlu problem bir var. nəticəsi yoxdur, onsuz da yoxdur. Xeyr, yoxdur. Mən yəni valideyn deyəndə ki, bax bu qədər qışqırıram, döyürəm, vururam filan, bəs niyə bunları eləyirsiniz ki? Deyir bə nə edeyim? Deyirəm yaxşı eləyirsiniz. Nə oldu? Təsir var? Yox. Və təsir olmayandan sonra adam eyni hərəkətləri niyə eləsin ki? Bu necə bir şeydir? Və biz ağıllı olmayan bir hərəkət eləyərək uşaqdan ağıllı hərəkət gözləyirik. Bu düzgün deyil. Ona görə də birinci növbədə yaxşı hiss etmək. Cəza heç kimə özünü yaxşı hiss elətdirə bilməz. Hətta cəzanın düşüncəsi belə yaxşı hiss elətdirə bilməz. Yəni işə 5 dəqiqə gecikdin, maaşından kəsdilər. İnanın, maaşından 20 qəpik kəssinlər, kim 20 qəpik istəyir ki? 20 qəpik də deyil ki məsələ. Bilirsən ki, o mənim şəxsiyyətimə yönəlmiş böyük bir təhdiddir. Bəli. Və budur sənə o Pis hissləri verən 20 qəpik getmək deyil. Düzdür. Ona görə də cəza bir alçaldıcı davranışdır. Cəza verəni də, alanı da bir yerdən sonra yolur. Heç bir cəza verən sevinərək cəza verə bilməz. Cəza verəndə yaxşı deyil, iş orasıdır. Düzdür? Duyğular olaraq yaxşı deyil. Bəli. Cəza alan heç yaxşı deyil. İki yaxşı olmayan insani münasibətdə biz yaxşı nəticə gözləyirik. Bu ola bilməz. Cəza qorxu doğurur. Bizə bu lazım deyil. Uşaq biraz çəkinməlidir axı. Xeyr, uşaq çəkinməlidir. Niyə çəkinməlidir ki? Uşaq niyə qorxmalıdır ki? Uşaq niyə qorxmalıdır ki? Yəni uşağın çəkinəcəyi bir yer niyə olmalıdır ki? Atan gələndə ataya deyəcəm, uşaq atanı niyə sevinə-sevinə qarşılamasın? Bəli, bunlar Sovet dövrünün şeydə, bunları ataq getsin də. Da biz Sovet dövründə yaşamırıq. Biz əvvəl ola bilər bunlar doğru ola bilərdi, olmazdı, bilmirəm. Amma yəni indi axı elə deyil. Yəni hər şey dəyişdi. Bax, bütün gün sosial şəbəkələr, internet, ağıllı telefonlar, nə bilim, hər şey dəyişdi. Da at minmirik də, Mercedes minirik. Limitlənmək istəyirik sanki. Bunun içindəyik, bunun içində də qalaq. Kənarda başqa nə var, nə yox, dünya bu boydadır əslində. Çünki bu komfort zonadır da, orada mənə iş düşəcək. Ona görə biz psixoloq uşaq aparırıq da, bir də bunu düzəltsin, versin. Hə. Amma yəni mənə deməsin də bunu elə. Çünki mənə iş düşməsin də, kim deyə onu eləyən. Özdə hələ indiyə qədər bilmədiklərimi yox gedəcəm, öyrənəcəm, sonra eləyəcəm, şüur altımda nə isə dəyişəcəm. O iş uzundur. Ondan sonra bir də denən eləsin. Düzəltsin orada versin. Halbuki o ailənin içində əslində düzəlməlidir. Və düşünün, münasibətlərimizdən, yəni bir şeyi xatırladım, onu da deyim. Uşaqla münasibətlərimizdən biri, məsəl üçün, mən tutacağım, onun anasıyam, ona bir şey deyirəm, eləmir də, 100 dəfə demişəm eləmir. Sonra xalasına deyirəm ki, sən denəndə. Hətta atasına deyirəm ki, sən denəndə. Bu necə bir münasibətdir? Nətər yəni, mən bir şey deyirəm, eləmir. Bunu o birisinə dedirdirəm. Amma mən ondan eyni evdə yaşayıram. Bu çox acınacaqlı bir şeydir. Yəni elə olmalı deyil. Kiməsə dedirtməli deyilsən, gedib o münasibətini bərpa eləməlisən. Bəli. Bu istər fiziki olaraq, istər emosional olaraq zərərli tərəflərindən istəyirəm uşaq üçün. Uşaqda nə baş verir? Xüsusən də o daim cəzalandırılan, tez-tez cəzalandırılan uşağın özünə qarşı, valideynlərinə qarşı və eyni zamanda da ətrafdakılara qarşı münasibəti necə olur? Əvvəla münasibətlərimiz korlanır, bu bir. İkincisi, münasibətlərimiz bir tərəfin davranışları üzərində qurulur. Yəni uşaq belə davransa, belə, elə davransa elə. Vəssalam, mən necə davranıramsa davranıram. Böyük kimi. Mən öz davranışlarıma fikir vermirəm. Üçüncüsü, cəza alçaldır. Şəxsiyyətə birbaşa yönəlir, alçaldır. Dördüncüsü, cəza həya hissini aradan qaldırır. Çox cəza alan uşaq bir yerdən sonra görürsüz ki, artıq cəza ona təsir eləmir.
Fiziki cəza belə ona təsir eləmir. Hətta cəzanı alır və gülür. Hətta qəhqəhə çəkir, gülür. Bu zaman valideyn düşünür ki, başqa bir yanlış. Bu onun vecinə deyil. Əslində vecinə olmadığı üçün deyil. Bu şüuraltı müdafiə mexanizmidir. Şəxsiyyət zərər görməməsi üçün çırpınışlardır. Öz aləmində, yəni güya ki, buna heç nə olmadı, amma əslində o qədər şeylər oldu ki. Başqa bir şey deyim. Daxildə bir fırtına qopur. Əlbəttə ki, bu aldığı cəzalar daha sonra cəmiyyətə yönələcək. Uşağın cəmiyyətlə münasibəti ya da cəmiyyətdəki rəftarı ailəsinə olan münasibətinin təzahürüdür. Bu olur, məktəbdə filan uşaq var, çox aqressivdir, onu bunu vurur. Əslində vurmaq istədiyi valideynləridir. Onları vura bilmədiyinə görə gəl onları vurur. Bu uşaqda bir günah yoxdur. Kökə baxmaq lazımdır. Bəli, necə ki insan işdə əsəbləşib müdirinə bir söz deyə bilmir, gəl acıq uşaqdan. Bəli, eynən onun kimi. Və bu heç bir vaxt bəlli olmur ki, bu nəyin nəticəsidir? Psixologiya belə bir şeydir də. Yəni görünən bir şey olmadığına görə nəyin nəticəsi olduğunu biz sadəcə ehtimal edirik. Ya da araşdırmalar nəticəsində ortaya çıxır, amma bunu bütün insanlar bilmir. Yəni Hitlerin həyatına nəzər salsaq, yəni bütün həyatı atasını cəzalandırma arzusu üzərində qurulur, amma təbii ki, bu mümkün olmadığına, atası öldüyünə və ya atasından qorxduğuna görə onu cəzalandırmadığı üçün dünyanı gedir, cəzalandırır. 10 minləri, 100 minləri, milyonları cəzalandırır. Bu da necə baş verir? Artıq böyüyəndən sonra biz əhatə dairəmizdə ya da təsir dairəmizdə nə qədər adam varsa, biz heyfimizi onlardan çıxırıq. Ta ki, mən bir ailə qururamsa, yoldaşım əlimin altındadır. 2 uşağım oldu, 2 uşaq əlimin altında. Bunlara gücüm çatır da mənim. Onlara qan utdururam. Tutaq ki, mən bir müəssisənin rəhbəri oldumsa, bu müəssisədə 50 nəfər işçi varsa, 50 nəfərə qan utdururam. Bir ölkənin rəhbəriyəmsə, ölkəyə qan utdururam. Yetmir, başqa ölkələrə də qan. Yəni, bu artıq mənim təsir dairəmə görə dəyişir. Amma hamısı mənim əslində valideynlərimə olan münasibətimin təzahürüdür. Ona görə cəza eyni zamanda nümunəni öyrədir. Yəni, mən valideyn olaraq 6 yaşındakı oğlumu vururam ya da küsürəm. Müxtəlif də emosional, psixoloji, fiziki şiddət göstərirəm ona. O eynisini 2 yaşındakı bacısına eləyəndə mən bunun qarşısını kəsməyə çalışıram. Yazıq ki, bundan çıxarda bilmir də, məni vura bilmir. Əlinin altında 2 yaşı var. Onu da qoymuram döysün. Və bu neynəsin? Mən buna öyrətdim ki, sevgili oğlum, bir problem olanda bunu necə həll eləyərlər? Belə. Xəbərin olsun. Yaxşı, problem olanda yox. O biri sənin istədiyini eləməyəndə ya da istəmədiyini eləyəndə həmişə yaxşı bildindən eləyəsən. Bundan sonra vurmaq deyə bir şey öyrətdim. Ya da mən maşında gedirəm, qabağımı kəsirlər, onunla necə danışmağım, maşında oturan oğluma, qızıma bir nümunədir. Bir dərs. Mən bunu göstərirəm. Və bu həyatı boyu hansı uşağını döyən, həqiqətən onu da çox istəyirəm mən bu şeyləri araşdırmağı. Övladını döyür bir valideyn düşünün, övladını vurur, şiddət göstərir, ancaq onun valideyni onu vurmayıb. Elə bir adam axtarır. O yaşadığını yaşadır. Və əslində döymək istədiyi valideynidir. Biz də döyüblər də. Bilirsiniz niyə normal qəbul edir? Çünki insanların valideynlərini idealizə etmək kimi bir durumu var. İstəyir ki, çünki əgər cəzaya qarşı çıxsa, birinci növbədə valideynlərinə qarşı çıxmış olacaq. Burada da öyrədilən əxlaq qaydalarından biri odur ki, axı valideynə qarşı çıxmaq olmaz, o böyükdür, böyüyə hörmət falan bunlar var axı. Orada bir daxili konflikt əmələ gələcək. Bunun yolu nədir? Xeyr, valideynimə qarşı çıxmıram. Mən deyirəm ki, valideyn kim olur olsun, baxın, kimlik önəmli deyil dedik. Kim olur olsun. Bu hərəkəti düzdür, bu hərəkəti səhvdir. Mən valideynim olsam. Adekvat münasibət. Bəli, obyektiv. Yəni bu hərəkət düzdür, bu hərəkət mən demirəm ki, valideynim pisdir. Deyirəm ki, bu hərəkəti səhvdir. Burada nə var ki, bunu rahatlıqla demədiyimizə görə gedib özümüzdən zəiflərdən çıxardırıq acısını. Əslində valideynin döydüyü övladı
valideynin döydüyü valideynidir. Valideyni döymək olmaz deyə gedir o birisini döyür. Çünki o birini döyməyə heç kim heç nə demir cəmiyyətdə. Hətta yaxşı baxırlar. Hətta o başqa bir özü kimi bir valideynlə söhbət eləyəndə o ona demir ki, uşağı vurma. O deyir ki, mən də keçən inansan əsəbləşdirdim, mən də özümdən çıxdım. Valideyn özündən çıxma halını uşağın üstündə yoxlayır və demir ki, bir dəqiqə özündən çıxan mənəmsə, demək ki, mənim ciddi bir reabilitasiyaya ehtiyacım var. Bunu demir. Yenə o özündən çıxma halını, o duyğularını davranışa çevirir və uşağa yansıdır. Günahkar yenə də uşaqdır ki, məni özümdən çıxartdı. Məni özümdən çıxartdı, bəli. Məni özümdən çıxartdı, uşağa bunu öyrədir. Duyğularımızın nə deyək, təsiri başqa yerdən gəlir, xaricdən gəlir. İnsanlar bizi əsəbləşdirir, insanlar bizi özümüzdən çıxardır, insanlar bizi sevindirir, başqa şeylər bizi həyəcanlandırır. Səbəb ətrafdan. Yəni məsuliyyət məndə deyil. Məndə deyil. Yadında saxla. Heç vaxt məsuliyyəti boynuna götürmə. Uşaq bir yerdən keçəndə dəyir stola, deyirik. Hə, bu stolu döydüm. Yəni sənlik deyil də. Buradan başlayır, elə buradan başlayır. Stoldadır günah. Şu stolda nə günahı var? Sənlikdir. Demirəm, o uşağı günahlandır. Amma o stolu vurma. Yəni uşağa onu öyrətmək ki, məsuliyyəti həmişə başqasının üstünə at. Əşyanın zadının üstünə at getsin. Xeyr. Düzəməli keçdi. Yəni bildiniz necə? Məsuliyyət səndədir. Yəni biz bunu öyrətməliyik uşağa. Hərəkətlərimizlə, davranışlarımızla, münasibətlərimizlə, başqaları ilə olan rəftarlarımızla uşaqlara nümunə oluruq biz. Mən filan kəsi danışdırmıram. Uşaq deyir ki, mən ondan küsdüm, deyirəm, yox, adam küsməz axı, küsmək belə elə. Sən git bir hələ onunla barış. Sonra gəlib uşaqla danışarsan da. Bəli. Tərbiyə mövzusunda sıxıntı yaşanan yerlərdən biri də evin içində olan ailə üzvlərinin hər birinin fərqli fikirlərdə, fərqli pozisiyalarda olmağındadır. Məsələn, böyük ailədir, ata, ana, nənə, baba və valideynlərin bir-birləri ilə, eyni zamanda da valideynlərin öz valideynləri ilə ziddiyyət təşkil eləyən fikirləri olanda aləm dəyir bir-birinə. Uşaq da özünə sərf eləyəni seçir adətən, nəticədə manipulyasiya filan, sonra yenə cəzalar və s. Yaxşı olmazmı ki, evdəki hər bir şəxs eyni oxu göstərsin? Düzdür, baxış bucağı fərqlidir, düzdür, həyat tərzi fərqlidir, hər biri fərqli şəraitdə böyüyüblər, həyatları fərqli şəraitdə olub. Amma uşaq tərbiyəsində hər ağıldan bir səs çıxanda uşağa da təsir eləyir. Deməli, buradakı məsələ, bir dənə bunu aydınlaşdırmalıyıq ki, təbii bu o demək deyil ki, o deyirik, hər kəs eyni nöqtəyə vursun filan. Buradakı məsələ buna çevrilməməlidir də. Hamımız yığışmışıq, toplaşmışıq. Uşağa qarşı birləşmişik. Hamı eyni sözü desin ki, buna bunu elətdirək. Bax, bu yanlışdır. Bu heç. Bəzən belə olur çünki. Sən də mənim dediyim elə. Burada bir olaq, əla. Yəni 5 nəfərin eyni sözü deməsi o sözün doğru olduğu mənasına gəlməz. Uşağı daha da sıxışmış hiss etdirə bilər. Bu nədir? Hər bir tərəfdən düşür. Mənim başa düşən yoxdur bu evdə. İkincisi, hər kəs eyni şeyi desin. Yalnız hansı eyni şeyi desin? Bunlar o eyni şeyi hardan öyrəniblər ki? Birinin dediyinəmi hamı birləşdi? Yoxsa ortaq bir məxrəcə mi gəldilər? Ortaq məxrəcə gələndə bunlar nəyə əsaslandılar? Hansı kitab oxudular? Hansı videoya baxdılar? Hansı mütəxəssislə bunu soruşdular? Axı bunlar bilmirlər bunu. Bilmədikləri halda qərar verirlər. Bu düzgün deyil axı. Hələ uşağa gəlməmişəm ha. Bəli. Buralarda düzgün getmir proseslər. Üçüncüsü, deyək ki, ortada həqiqətən, yəni doğrudan da obyektiv, yəni elmin də dediyi bir məsələ var ki, bu məsələni belə etsək daha yaxşı olar. Daha çox mən onu nəzərə tutaq ki, bunu bir nəfər öyrəndi, gəldi dedi ki, ay cəmaət, mən öyrənmişəm, bu belə olur. Təbii ki, onlar, çünki bilməyən adamlardır bunlar, bilənə qulaq asıb onunla getməlidirlər. Ancaq təəssüf ki, bu dəqiqə gördüyümüz şey belə deyil. Yəni, mən belə deyim, istədiyi qədər belə müasir,
hər şeydən başı çıxan filan bir baba və ya bir nənə olsun, mən onun 2025-ci ilin uşağını tərbiyə edə biləcəyini düşünmürəm. Mən heç özümüzün də 2025-in deyir, Həzrət Əlinin bir sözü var. Bu hamı deyir də, yəni ki, övladlarınızı öz dövrünüzə görə yox, onların dövrünə görə böyüdün. Bu hamının əzbər bildiyi cümlədir. Amma heç kim bunu eləmir. Mənim övladımı öz dövrünə görə böyütməyin bilirsiniz nə deməkdir? Mən onu, yəni 2040-a görə falan böyütməliyəm. Mənim 2040-dan xəbərim var. Mənim 2025-dən xəbərim yoxdur. Bəs bu nəyin iddiasıdır onda? Mən nəyi tərbiyə edirəm, kimi tərbiyə edirəm, nə iş görürəm mən? Yəni bacardığımız Mən hazırki heç 2015-ə zada çata bilməmişəm, bəlkə də. Oldu. Yəni bu iddia burada var və biz bunu elədiyimizi düşün, heç kim bunu eləmir. Ki baba, nənə, yəni hardasa 70-ci illərin deyək də insanı 2040-ın insanını yetişdirəcək. Bu necə ola bilər ki? Ona görə bari heç olmasa ata-ana biraz şükürlüdür də. Yəni biraz baxma, bura yaxındır, amma bura yaxındır ha, bundan deyil. 2025-in adamı deyilik heç birimiz biz. Amma yaxınıq da, bir tər çırpınırıq, bir şey eləməyə çalışırıq. Onların isə indi doğulan uşağın beyni 2025-lə doğulur. Onun yenilənməyə ehtiyacı yox. Bizə yenilənə gedir. Yəni götürmür də bəzi şeyləri. Onda yenilənməyə ehtiyac yoxdur. Yəni 2025-də çıxdı bu. 2024-də çıxdı bu. Və biz ona təsir etməyə çalışırıq. Görün indi ondan təsirlənməliyik, yoxsa ona təsir etməliyik. Ümumi dəyərlər, milli dəyərlər, mənəvi dəyər, bunlar dəyişməz. Mən bunlardan danışmıram. Bu oğurluq binayı qədimdən də pisdir, elə ömür boyu pis olacaq. Pis olacaq, bəli. Yalan həmişə pisdir, həmişə pis olacaq. Mərhəmət həmişə yaxşıdır, həmişə yaxşıdır. Mən dəyərlərdən danışmıram. Dəyərlərin çatdırılma üsulundan danışıram. Vasitələrdən danışıram. Münasibətlər həmişə gözəl olsun, amma münasibətləri gözəlləşdirmənin yollarından danışıram. Bu yol həmişə eyni olmur. Biz həmişə dərs oxuyaq, kitab oxuyaq, ömür boyu oxuyaq. Amma oxuma tərzindən danışıram. Ya da oxumaya təşviq etmə tərzindən danışıram. Bax, burada fərqliliklər eləmək lazımdır. Biz burada eyni qaldıqca olmur. Ona görə də öncəliklə baxmalıyıq ki, biz harda birləşirik və təbii ki, burada bir olmaq bu mənada gözəldir əlbəttə ki. Çünki uşaq özünə sərf eləyəni götürür deyəndə ki, burada yəni hamımız kimi, biz hamımız eləyik də. Yəni bu uşaqlıq bir şey deyil. Yəni insan elə olan bir varlıq. İnsan həmişə özünə sərf eləyəni götürən şey. Bəli. Və bu çox normal bir şeydir. Bəli. İş uşağın üstünə qalmamalıdır, onu demək istəyirəm. Burada mən deyirəm ki, nə bilim, bu saatda yatmaq, o biri deyir ki, yox, bu saatda da yatsa otursun olar. hələ. Ya da qoy otursun hələ. İndi o da öz dediyini əsaslandırmalıdır. Bu da öz dediyini əsaslandırmalıdır. Amma Nəyə uşaqsız da, yəni əvvəlcə bir dənə əsaslandırın. Hə, əsaslandırdınız ki, bu mənbələri var da, əməli başlı. Bu isə deyir ki, bizdə də mən də uşaq vaxtı belə, bu mənbə ola bilməz də, mən də uşaq vaxtı belə eləyirdim. Olsun. Bu bir mənbə ola bilməz, bu bir əsas ola bilməz axı. Mən bir valideynə deyirəm ki, məsələn bunu belə eləyin. Valideyn deyir ki, bəs qaynanam deyir ki, bunu axı belə eləmək olmaz. Deyirəm ki, nə olur, mən qaynanazla müqayisə eləməyin də. Mən o boyda elm oxuyuram, deyirəm. Qaynana nə idi? Yəni o kimdir? Yəni o çox gözəl yemək bişirə bilər ya da öz sahəsini məndən də bir çox şeydə, bir çox sahədə məndən irəlidir, amma bu sahədə yoxdur da. Bizi geri çəkən də elə o olur da. Qonum qonşu nə dedi? Həmişə deyirlər ki, belə olmaz. Valideynlər bunu demirlər. Deyirlərin heç vaxt bir mənbəyi olmur. Düşünmürük bu nəyə əsasən belə deyilib. Yəni mənə bunu deyən adam kimdir? Bu sahədə necə bir şeydir bu? Düzdürmü? Yəni nə bilir bu sahədə? Və özümüzü müdafiə etdiyimiz yerlərdən biri bu olur. Bu nənələrdə çox olur. 7 uşaq böyütmüşəm. 10 uşaq böyütmüşəm. İstəyirsən 30 böyüt. Bir şeyi çox eləmək, o şeyi yaxşı eləmək demək deyil hələ. Ya da müəllimlərdə olur.
Müəllimə desən ki, bu yanlış davranışdır. İllərin Müəllim deyir ki, müəllimi. mən 20 illik təcrübəm var. Elə problem də odur ki, 20 illik təcrübənlə yanaşırsan. Bu düzgün deyil, sən sıfırlan gəl. 20 il yox, bir 20-30 da ondan əvvəldir. Yığmısan sən şüur altını. Onunla yanaşırsan uşağa. Bu düzgün deyil. Sən 20 ildir, nə bilim bu ədəbiyyat fənnini çox yaxşı o qədər oxumusan ki, qəşəng bilirsən bu fənni. Buna sözümüz yoxdur. Get biraz da oxu. Amma yanaşma məsələsində sən əgər 20 il əvvəlki yanaşmanı tətbiq edirsənsə, vay uşağın halına. Bunlar bizim özümüzü müdafiə etdiyimiz şeylərdir, amma yanlışdır. Yəni bu gün də mən tutaq ki, əgər 5 il əvvəl dediyim sözü, amma yenə deyirəm, baxın, təməldən danışmıram. Yanaşma tərzlərindən danışıram. 5 il əvvəl dediyim sözü hələ də təkrar edirəmsə mən, deməli məndə heç bir inkişaf baş verməyib də. Bəs axı 2025-dir, 2020 deyil. Deməli, yeni nələrsə deməliyik. Bu dövrə uyğun nələrsə ortaya qoymalıyıq. Bu da bizim işimizdir. Yoxsa mən deyirəmsə ki, mən nə bilim 20 ildir psixoloqam, 20 ildir mən uşaqlarla işləyirəm. Bəzən də belə deyirlər. Deyir ki, mən qadın psixologiyasını çox gözəl bilirəm. Necə bilirsən? Çünki mən qadınlarla çox işləmişəm. Ya qadınlarla çox işləmək qadın psixologiyasını bilmək demək deyil. Və biz onda nə oxuyuruq? Deyir ki, işləyək, bir şeylər çox eləyək, öyrənəcəyik də. Mexaniki işlərdə bu belədir. Yəni sən o qədər yazı yazarsan ki, mexaniki, da əlin yazı yazmağa öyrəşər, sürətli yazarsan ya da kompüterdə. Amma ağıl tələb eləyən işlərdə, əqli işlərdə bu belə deyil. Bir şey çox eləyəndə, onu yəni daha yaxşı eləmirsən. Bəlkə sən 20 ildir səhv edirsən. Sən heç kim demir, axı bu səhvdir. Ya da bəlkə 10 uşaq böyütmüsən, bəlkə 10 dəfə səhv eləmisən. Sən heç kim demir bu səhvdir. Bu əsas vermir. Ya da ən əsası, bəlkə o 10 uşaq böyüdəndə, o dövrdə sənin bu dediklərin keçərli idi, indi keçərli deyil. O zaman bu bir müdafiə vasitəsi ola bilməz. Elmir bəy, bəs məsuliyyəti dərk eləmək məsələsi. Məsələn, bütün bunları nəzərə alsaq. Yəni uşaq var ki, tutaq ki, bacısının oyuncağını sındırdı. Və o gərək ya bu oyuncağı düzəltsin, ya öz pulu ilə, yığdığı pulla o oyuncağı alsın, versin. Yəni belə yanaşan valideynlərimiz var da ki, uşaq o məsuliyyəti dərk eləsin ki, sən bunu niyə sındırırsan? Sındırdınsa, sən bunu gərək yerinə qoyasan. Bunu da cəza adlandırmaq olarmı? Deməli, uşağa məsuliyyət hissi ekstremal şəraitlərdə, mənfi nələrsə baş verəndə aşılanmaz. O an bir problem anıdır. Oyuncaq sındı misalından getsək, bir problem anıdır. Problem anında duyğular yüksəlir və o anda o problem həll edilməz. O an uşağın məsuliyyət, o dediyiniz forma bildiyiniz cəza olar. Birbaşa cəza. Birbaşa cəza deməkdir. Özümüzü qoyaq onun yerinə. Necə hiss eləyərik özümüzü? Bu dəqiqə mən cəza alıram. Məsuliyyət öyrətməz bu. Ta körpəlikdən etibarən məsuliyyət öyrətməyə belə ehtiyac yoxdur. Biz işə qarışmasaq, o onsuz da məsuliyyəti öyrənəcək. Necə? Nə vaxt nəyi özü edə bilərsə, özü etsin. Bitdi. Bu olur uşağa məsuliyyət öyrətmə. Və öyrətmək yox daha doğrusu, qarşısını kəsmək. Biz qarşısını kəsirik. Bizim uşağa məsuliyyət öyrətməyimizə ehtiyac yoxdur. Onun elədiyi işi eləməyək bəs edir. Çox asandır. Xüsusi bir təlim keçmək lazım deyil bunun üçün. Çünki bu onun təbiətində var onsuz da. Təbiətində hər şey var. Mane olmasa ortaya çıxacaq. Mane olanda bastırılır. Ona görə də deyək ki, nə oldu? O gəldi, deyək ki, öz oyuncağını sındırmış olsun. Məsələn, oyuncağını sındırdı. Ya da dərsini yaxşı hazırlamadı, getdi, müəllim, nə bilim, bir söz dedi filan. Biz uşağın hərəkətinin nəticəsini yaşamasına mane oluruq. Bu zaman məsuliyyətsizlik əmələ gəlir. Bəli, mənim dediyim də məhz odur. O nəticəni dərk eləməyi. Nəticəsini gedəcək, özü yaşayacaq. Mən ona bir şey deməyəcəm. Biz gəlib deməyəcəyik, bax, sındırdın, indi nə bilim belə elə. Buna ehtiyac yoxdur. O gəlib özü yaşayacaq onsuz da. Sən sınanda özünü artıq pis hiss eləməlidir. Əgər biz ona zamanında mane olmamışıqsa, çünki bütün uşaqların vicdanı var. Bu vicdan hərəkətə keçir. Bu vicdan bizlə əlaqəsi yoxdur. Biz onun bizim köməyimizdən bastırıla bilər sadəcə.
Yoxsa vicdan hər bir uşaqda var və o onu istəməzdi ya da bilmədən də eləmiş ola bilər. Bilmədən o başqa Yaxud da bəli, gəldi evdə oyuncağı aldı, belə elədi, keyfiyyətsiz oldu da, sındı. sındı. Bu da başladı ağlamağa, üzülməyə falan. O sırada getdi o birisini də almağa deməməliyik. Yəni bu bir yaşasın da onu. Amma bu yaşaması bizi sevindirməməlidir. Əla orada bax, ağlayır, yaşayır, qəşəng məsuliyyət öyrənir. Xeyr, biz də üzülməliyik ondan bir yerdə. Biz nə olub bizə Canı insanlığımız əlbəttə ki. Ancaq oldu da indi bu əşya mənim üçün nə qədər dəyərlidirsə, bu oyuncaq da onun üçün o qədər dəyərlidir. Amma üzülə bilər insan, kədərlənə bilər uşaq. Bu da normaldır. Bir də başqa, məsələn, xüsusilə məktəb zamanında bu olur, bağça zamanında da bu olur, məktəb zamanında da bu olur. Müəllim valideynlə uşağı müzakirə eləyir ha. Uşağın məsuliyyət duyğusu bitir. Məhv olur gedir. Müəllim valideynə şikayət eləyir ha. Məhv olur gedir. Uşağın yanında olarsa, Uşağın yanında olmazsa. Uşağın yanında da olarsa, olmazsa da. Yəni fərqi nədir? Valideyn gəlib evdə deyəcək də onsuz da. Valideyn gəlib evdə deyir ki, bəs bu gün dərsdə belə eləmisən. Orada uşaq deyir ki, görün başqa nələr deyib müəllim buna. Yəni mən bir şəxsiyyət deyiləm də, mənim heç bir dəxlim yoxdur. Bunlar bir-birlərindən danışırlar, məni müzakirə edirlər. Bir dənə düşünün, yenə iş yeri düşünək. Bəli. Müdür o biri ilə məni müzakirə edir, bir işçi ilə. Ya da bir işçi birisi məni müzakirə edir. Necə hiss eləyərəm? Necə hiss eləyərik? Yəni gəp deyir ki, sözüm var cəmədir də. Hə, cavab gəlir. Cavab gəlir. Cavab budur. Axı uşaqdır. Əvvəldə dediyim məsələ. Uşağı nə hesab edirik? Bildiniz? Bax cavab budur. Axı uşaqdır. Nə olsun? Mən demirəm o kimdir. Nə hesab edirik ki onu? Onun duyğuları mı yoxdur? Heç nə hiss eləyə bilmirmi? Münasibətimi qura bilmir? Özünü aparıb. Nədir problem? Yaxşı, uşağa yanaşmamız. Ona görə də biz hər hansı bir şey varsa, bunu uşaqla böyük kimi, yəni o deyək ki, hörmətli bir insan kimi bu şeyi bildirə bilərik. Hə, bildirərik. Bu edər, davam edər, etməz. Bu da yenə onun məsələsidir. Ona görə, yəni nə deyim, 6 yaşında, 7 yaşında qaşıqla uşağı yedirirəmsə, məsələn, uşağa deyirəmsə ki, acımısan, gəl ye, o da deyir ki, acımamışam axı. Deyirəm, nətər yəni yemək vaxtıdır. Burada necə məsuliyyət formalaşa bilər? Uşaq duyğusu, baxır ki, aclıq hiss eləmirəm. Neyim anamdır da, yenə başlayacaq. Bu gelim yeyim. Bir duyğu yoxdur orada. Ya da telefonla yemək yeyəm, mən ümumiyyətlə yeməyin nə olduğunu bilmirəm. Nə dad hiss eləyirəm, nə heç nə. Burada nəsə gedir, mən də orada kefdəyəm. Telefona baxıramsa, hansı məsuliyyət hiss eləyə bilər ki, uşaq? Ya da uşaq, nə bilim, bir çanta ağır olmasın deyə, çox ağırdısa, ondan danışmıram da, onun qaldıra biləcəyi bir çantadırsa, o qaldırsın. Yəni 2 kilo alma almısınız, yanınızda uşaq varsa, nə bilim, bu uşağın da olsun 6 yaşı, o 2 kilo almanı o aparmalıdır, siz yox. Belə ola bilməz. O apar və onu o qədər öyrəşdirirsiniz ki, artıq sabah almanı çəkib verəndə özü götürür almanı. Da sizdən gözləmir ki, siz alasınız, verəsiniz onu. Ya da hansı yaşa gəlibsə, o yaşda nə edə bilər? Tutaq ki, gedib bir çörək ala bilər, gedib nə edə bilər? Bunu da onda o formalaşsın deyə eləmirik, vaxtı da deyə eləyirik. Yəni bir şey gözləmirik. Sadəcə vaxtıdır deyə eləyirik. Nəyi, nə zaman edə bilərsə, onu özü etdiyi müddətcə uşaqda məsuliyyət formalaşır. Yoxsa məsuliyyət formalaşdırmanın zamanı ağlın başına gətirilməsi deyil. Mükafat və cəza üsulu uşaqda məsuliyyət hissinin formalaşmamasına səbəb olur. Formalaşmamasına səbəb olur. Niyə? Çünki o hər hansı bir hərəkəti ya nədənsə xilas olmaq, ya da nəyəsə nail olmaq üçün edir. Bəli. Hərəkətin özü burada heç bir rol oynamır. Hərəkətin özü yoxdur heç. Yoxdur. Nəticədə o nəticəni əldə edə bilərik ya biz. O davranışı əldə edə bilərik. Bəli. Amma öyrənmə gerçəkləşmir. Anidir. Öyrənmə gerçəkləşmir. Yəni tutaq ki, universitetə qəbul olsan, sənə bunu alacam. Maşın alacam, telefon alacam, falan. Yəni bu nə olur? Uşağın o universitetə hazırlıq müddəti bitdi. Onun həyatından silindi. Çünki onun fikri, zikri maşında qəbul olub o telefonu əldə eləməkdir. Hansı ki, bu valideynin problemidir. Valideynin travmasıdır ki, uşaq universitetə qəbul olsun da, öz şeyini yükləyir ona
Öz yaşaya O bilmədiyini yoxdur. Yaşaya bilmədiyini və ya da yaxud da dilədiyini, bəli. yaşadığını da ola bilər, fərqi yoxdur. Onda görüb sevinəcəyi o şeyi yükləyir ona vəssalam. Burada artıq uşaq dövrədən çıxır. Yəni şəxsiyyət yoxdursa, məsuliyyət ola bilməz. Məsuliyyət şəxsiyyətin olduğu yerdə mövcuddur. Öncə baxmalıyıq ki, mənim övladımın şəxsiyyəti var ümumiyyətlə. O nəyisə seçə bilir, nəyisə qərar verə bilir, nəyisə istəyə bilir, istəməyə bilir. Mən necə yanaşıram? Məsələn, böyük onu eləyə bilir. Böyük deyə bilər ki, yo mən bu paltarı xoşlamadım. O bir şalvar istəyirəm. Deyə bilər də bunu. Amma uşaq da onu deyə bilir. Mən bu birini istəyirəm. Ən azı istəyə bilir. Demirəm ki, hər istədiyini alaq. Heç olmasa istəyə bilir. Duyğu var, işləyir o mexanizm. Bəzən biz elə bilirik ki, baxın, müasir dövrdə indi uşaq mərkəzli ailələrdir, hər şeydə uşağı ön plana qoyuruq, heç bizdə belə deyildi, nə bilim nədir. Xeyr, mən bunun tam tərsini görürəm. Mən bunun tam tərsini görürəm. Bizi ümumiyyətlə saymırdılar. Hələ də davam edir. Bizi ümumiyyətlə saymırdılar. O ayrı bir problem idi. O başqa. Mahiyyət dəyişib, amma uşaq ön planda deyil qətiyyən. Qətiyyən ön planda deyil. Uşağın hər istədiyini deməyim də, yəni əyləncələrə aparmaq, əyləncə mərkəzlərinə aparmaq, istədiyini almaq. Bu uşağın ön planda olması demək deyil. Yenə də düzgün yanaşmırıq. Heç kim elə bir şey yoxdur ya, uşağın hər istədiyini gedək alaq. Yoxdur elə bir durum. Amma biz bunu eləyincə yanlış yanaşırıq da uşağa. Bu zaman uşağı mərkəzə qoymuruq, özümüzü mərkəzə qoyuruq. Bilirsiniz niyə? Çünki mən o uşağa onu alanda uşaq özünü yaxşı hiss eləyəcək ha. Nəticədə mən özümü yaxşı hiss eləyəcəm. Mərkəzdə mənəm yenə. Bəli. Mən əla olacam. Uşaq universitetə qəbul olanda mən uçacam sevindiyimdən. Mənəm ortalıqda uşaq yoxdur. Mən hamıya car Bəli, çəkəcəm, uşaq hamı belə tərifləyəcək. geyinəndə, uşaq belə səliqəli olanda, uşaq özünü yaxşı aparanda dırnaq içində, cəmaət Bəli. içərisində Sözə baxan uşaq olanda. mənlikdə də mən eləmişəm. Düzdür? Mən ortadan çıxmıram ki. Uşaq yoxdur ortada. Bax, buralardan baxmalıyıq. Biraz belə obyektiv dəyərləndirməliyik. Yoxsa bizə bunların heç biri edilməyib deyə biz əslində şüuraltı olaraq öz övladlarımızı qısqanırıq. Məndə bunlar heç bir olmayıb axı. İndi bunun çox şey var da və qısqanırıq onu. Qısqananda da deyirik ki, bax, bizdə belə deyildi, ya da ki, sözə baxmır, bunu da elədim olmadı, onu da elədim olmadı. Xeyr, yanlış nələrsə eləmək, ya da nələrsə eləmək mütləq doğru eləmək demək deyil. Bunlar da yenə buraxdığımız yanlışlardır. Elmir bəy, bayaq məktəb yaşı dediniz, bağça yaşı dediniz. İstəyirəm xüsusi vurğulayaq yeniyetmə yaş dövründə olan uşaqları. Onlara necə təsir eləyir bu cəzalar? Çünki hər yaşın öz özəlliyi var, hər yaşın münasibəti qəbullanmağının öz xüsusiyyəti var da. Xüsusən də bu yeniyetmələrdə necə işləyir? Deməli, yeniyetməlik yaş dövrü kimliyin, xarakterin formalaşmağa başladığı bir yaş dövrüdür. Bəli, Biz şəxsiyyətdən çox danışdıq. Amma yeniyetməlik yaş dövrünün tərbiyəsi yeniyetməlik dövründə olmur ya da yanaşması. O da Bu yeniyetməlik biçin mövsümü deyirəm mən ona. Əkdiyimizin biçildiyi mövsümdür. Bəli, yenə də gedir çıxır. Hər zaman əvvələ gedir çıxır. Əvvəl necə yanaşmışıqsa, onlar artıq ortaya çıxmağa başlayır. Artıq uşaq bastırdığı bəzi şeyləri ortaya çıxarmağa başlayır. Ya bizə qarşı, yəni tərs tərəfdən ortaya çıxartmağa başlayır, ya da başqa yerlərdə ortaya çıxarır. Ola bilər yenə bizdən gizlədir, amma o bunları artıq yaşayır. Çünki artıq yaşama imkanı var. 5 yaşında yox idi belə bir imkanı. Bəli. İndi artıq çölə gedə bilir, sərbəst çıxıb gələ bilir. O müddət ərzində nə etdiyi, nədən uzaqlaşdığı bizim ona qədər ki müddət ərzində ona münasibətimizdən asılıdır. Əgər çox yaxşı bizim münasibətimiz varsa, baxın, bunu biz necə müəyyənləşdirə bilərik? Hər hansı bir valideyn düşünürsə ki, görəsən o indi nə iş görür? Pis uşaqlara qoşulmaz ki, mənfi nəsə eləməz ki, filan şeyə qurşanmaz ki, kimi
övladı haqqında şübhəli fikirlərdədirsə, burdan anlayın ki, onların münasibətləri yaxşı qurulmayıb. Və ehtimal ki, elə onun qorxduqlarının Yəni etibar yoxdur. çoxunu eləyir. Etibar olmamasının səbəbi aradakı münasibətdir. Bəli. Oldu. Ona o vaxta qədər olan münasibəti o artıq göstərir. Və dediyim kimi ehtimal ki, o valideynin fikirləşdiklərindən də artığını eləyir o uşaq. Amma bu səfər onu orada tutdum. Bunu burada məşhurdur bu şeylər. Yəni filan indi mən mənfi misallar çəkmək istəmirəm də filan ilə tutdum. Filan şeyin üstündə tutuldu filan. Güya tutmaqla biz müstəntiqik. Biz polisik. Güya tutmaqla bu vəssalamda tutuldu da bir də bunu eləməyəcək. Gözdə eləmir, eləmir. Neynədir? Burada tutuldu. Başa düşdü ki, vəssalam. Bunlar nəsə mənə güdürlər. Qoca mən başqa necə bir çıxış yolu tapa bilərəm. Yeniyetmələrə yanaşmada ən əsas məsələlərdən biri onları yenə də şəxsiyyət kimi dəyərləndirib, onların fikirlərinə, duyğularına, yanaşmalarına hər formada hörmətlə yanaşmaqdan keçir. Uşaq mənim sözümə baxsın, yox, mən onun neçə sözünə baxıram. Çünki uşaq belədir. 10 dinlə, bir danış. 10 dəfə sən onu dinləməlisən ki, bir dəfə sən danışın, o sənə qulaq assın. Amma sənə qulaq asması üçün dinləməyik, səmimi şəkildə dinlə. Danışmaq istəmir. Onu duy, onu hiss elə. Bəli, danışmaq istəmir. Danışmaq istəmədiyini də hiss elə. Otağında olmaq istəyir, otağında olmaq istəməyini hiss elə. Amma uşaqlar böyüdükcə, biz inkişaf etmiriksə, biz də onlarla birlikdə böyümürüksə, biz hələ qalmışıq 3 yaşında, 5 yaşında, 6 yaşında nə deyirdim, eləyirdi filan, o nöqtələrdə qalmışıqsa, təbii ki, aradakı münasibətlər pozulacaq. Biz deyir ki, uşaq dəyişdi. Biz nə gözləyirdik ki, eyni qalsın. Axı onu istəmərik biz. Yəni məsələn 1 yaşında danışdığı kimi danışmasını istəyərik. Təzə yeriyəndə yeriməsini elə istəyərik. Bəs böyüyür də, dəyişməsin bu. Məsələ onun dəyişib dəyişməməsi. Sən dəyişirsənmi? Necə ki biz 2 yaşında göstərdiyimiz sevginin forması ilə 17 yaşındakı eyni deyil də. Eləcə də yanaşmamız da fərqli olmalıdır. Artıq başqa cür yanaşmalıyıq. Uşaq hər şeyi ilə büruzə verir onsuz da böyüdüyünü. Biz hələ də uşaq da nə deməkdir? Dediyim kimi, axı o deməkdir ki, o heç nə bilmir. Bu, təbii ki, aramızda problem olacaq. Yenə də hər şeyin kökü münasibətdən asılıdır. Mən övladım haqqında şübhələnirəmsə, mənim onun münasibətim yaxşı deyil demək. Mən rahatlıqla bu sözü deyə bilməliyəm. Biri mənə desə ki, bu getdi, birdən belə eləyər. Desə, mən bu sənə danışsan, elə şey eləyər. Mən şok olmalıyam da. Yəni, bu nə danışır? Mən bu uşaq niyə bir şey eləsin ki? Bu nə deməkdir? Görün bizim indi münasibətimizi. Görün sizcə mən o uşaqla necə bir münasibət qurmuşam. Və onun da mənə münasibəti elədi. Uşaq tərbiyəsi mükafatla olmaz. Cəza ilə olmaz, rüşvətlə olmaz qısacası. Uşaq tərbiyəsi vicdanla olar. Hər bir insanın vicdanı var. Onun vicdanı hərəkətə keçər və o sizin ümumi ailə dəyərlərinizə zidd bir şey eləməz. Eləyə də bilər. Oldu da bir qrup oldu, bir dairə, çevrə filan, nəsə bir şey. Onun hiss edəcəyi vicdan əzabından daha artıq bir tərbiyə verə bilməzsən ona onsuz da. Burada da yenə özümüzə baxacağıq ki, mən də səhvlər edirəm də. Hətta bilmədən o qədər səhvlər edirik ki, mən sizə bir cümlə deyirəm, mən nə bilim bu cümlə sizə necə təsir, bilmirəm ki, deyib gedirəm. Bəlkə də filan cümlə sizə yaxşı təsir eləmədi. Və mən səhv elədim də bu durumda, düzdürmü? İndi olur da milyon dənə səhv eləyirik. Uşaq da səhv eləyə bilər də. Ola bilər səhv eləsin. Bir də əsas məsələlərdən biri yeniyetməlikdən danışmışkən, valideynlərin etdiyi ən böyük səhvlərdən biri birbaşa onları yoldaşlarından ayırmağa çalışmaqdır. Nədənsə beynimizdə o qoşulur var. Məsələn, mən illərdir qoşanı tapa bilmirəm. Gedib kimlərəsə qoşulur. O qoşan var, qoşan. Qoşulan varsa qoşan da var axı. O qoşanı mən tapa bilmirəm də illərdir. Heç kim gəlib demədi ki, mənim uşağım başqalarının özünə qoşur. Hamı qoşulur. Hamı əladır. Burada bir dənə qoşan kimdirsə, hamı gedir ona qoşulur. Bu qoşulma fikrindən bir dənə yaxa qurtarmalıyıq. Bir
xilas olmalıyıq bundan ki, bir dəqiqə deyəndə elə deyil. İkincisi, onun dostları var, dostum dedikləri var. Yeniyetmənin dostuna, dostu ilə bağlı dostu səndən dalaşar, valideynlə dalaşar yeniyetmə. O dərəcədə sıx olur münasibət. Bəli. Onun artıq dosta, yoldaşa, çevrəyə, ətrafa yönələn vaxtıdır. Və onun dostuna dediyin hər söz onun birbaşa şəxsiyyətinə, həyatına, kimliyinə dediyin sözdür. Onun dostu dünyanın ən əzazil, nə bilim, belə də tərbiyə baxımından ən geridə olan bir insan da olmuş ola bilər. Amma bunu ona elə deməzlər. Ondan uzaqlaş deməzlər, ona qoşulma deməzlər, onunla danışma, onunla yazışma deməzlər. Bunun başqa yolları var. Yəni Nədir bəs o yollar? Birinci növbədə mən düşünməliyəm ki, bir dəqiqə dayan. Mən necə bir uşaq böyütmüşəm, mən neynəmişəm ki, bu gedib belə bir şey tapıb, buna da dost deyir. Bu gedim görüm nəyi düzəldirəm. Özümdə nələr eləmişəm ki mən. 2. Mən onun tərəfindən çıxış etmədən öncəliklə onun dostudur və mən bunu qəbul edirəm. Vəssalam. Bəli, sənin dostundur. Hətta özüm soruşacağam. Falan kəs necədir? Nə iş görür? Yəni gedirsiniz falan. Bu yanaşmalarla, yəni onun tərəfində olaraq daha sonra o mənim tərəfimə keçər. Mən onun tərəfində deyiləm, duyğudan danışdığı heç olmasa duyğuda başa düşdə uşağı. Yəni o ona yaxındır da duyğu olaraq. Düzdür? Heç olmasa bunu anla, ondan sonra yönləndir. Duyğuda bərabərləşmədən yönləndirmə çətin məsələdir. Qıcıqlanır uşaqda o zaman. Bəli, bu etməyəcəksə də eləyir. Bəlkə də uzaqlaşacaqdı ondan, gedir inadına onunla, bəli. Yəni buna nə ehtiyac var ki, bu bizim istəmədiyimiz bir nəticədir axı. Mənim demək istədiyim isə budur ki, heç o uşağı tanımırıq biz. Çevrəni də tanımırıq. Deyir ki, birdən pis uşaqlara qoşularsan, Bu niyə belə olum ki, yəni mən niyə mənim haqqımda belə fikirləşir ki? Nə olub ki mənə? Pis uşaq nə deməkdir ki, ümumiyyətlə? Bilmir axı. Cəza o hərəkəti gizli etməsinə səbəb ola bilər. Cəza adamı o hərəkətdən uzaqlaşdırmaz. Ya o hərəkəti əvəz etməsinə səbəb ola bilər, ya da gizli etməsinə səbəb ola bilər. Cəza insanı iki üzlü eləyir. İşə gecikəndə sizi danlayan bir müdürünüz varsa, siz işə gecikmə səbəbinizi ona düzgün deməzsiniz. Yatıb qalmışam deyərlər elə müdürə. Evdən get çıxdım, elə bildim tez çatacam deyərlər elə müdürə. Xalam qızı gəlmişdi, ona görə ləngidim deyərlər elə müdürə. Elə müdürə deyərlər ki, tıxacı idi, yollar bağlamışdılar, falan yerdə belə yalandan danışasın gedəcək və bu sənin əxlaqını pozacaq. Çünki yalan danışmaq sənin əxlaqınla bağlı bir şeydir, inanmadığın bir şeydir bu. Beləcə biz nə edirik? Öz əlimizdən cəza verərək uşağı qeyri-etik davranışlara sövq edirik. Bu da yenə cəzanın əsas məsələlərindən biri. Mükafat da eyni şəkildə bu arada. Mükafat nə qədər məsum səslənir əslində cəza kəlməsinin yanında, amma məsumdurmu? Yəni onun mənfi təsirləri. Bəli, mükafat da eyni dərəcədə əxlaqı pozur. Çünki belə bir şey deyim, məsələn, mükafatla bağlı bu Edward Dacey var. Çox böyük araşdırmalar aparıb o. Məsələn, 1971-ci ildə apardığı bir araşdırma var. Kontrol qrup, eksperiment qrup. 2 yerə bölür universitet tələbələrini. Məsələ Legodan müxtəlif əşyalar düzəltməkdir. Bir qrupa mükafat vəd edir, bir qrupa heç bir şey demir. Mükafat, nəticə nə olur? Mükafat vəd etdiyi qrup Legodan daha çox əşyalar düzəltmiş olur. Yəni nəticə hasil oldumu? Oldu. Amma təcrübənin əsas məsələ ikinci hissəsidir. Bu səfər bu universitet tələbələrini bir otağa toplayır. Bu səfər heç birinə heç nə demir, heç bir mükafat vəd etmir. Ortada legolar da var. Başqa jurnal, qəzet falan başqa ləvazimatlar da var. Və deyir ki, sərbəstsiz, kim nə ilə istəsə məşğul ola bilər. Və görür ki, bayaq mükafatdan ötürü Lego ilə çox məşğul olan qrup daha çox başqa şeylərə yönəldi. Bayaq mükafat almayan qrup yenə Lego ilə məşğul oldu. Nəticə odur ki, sən istədiyin o anlıq nəticəni əldə edə bilirsən, ancaq
maraq duymur ona qarşı. Çünki onun fikri zikri nəticədə əldə eləyəcəyi sondadır. O proses onun üçün maraqlı deyil. Marağı öldürür. Deyirlər xarici motivasiya, daxili motivasiya. İndi valideyn də uşağı hədiyyələndirərək düşünür ki, mən onun motivasiyasını qaldırıram. Bu nə dərəcədə təsir eləyir? Bəs nə etmək olar ki, o motivasiyamız sönməsin və eyni zamanda da bu hədiyyələrlə, mükafatlarla filan onu zədələməyək. Birinci növbədə mükafatla hədiyyənin fərqinə baxmalıyıq. Bizim danışdığımız məsələ mükafatdır. Hədiyyə isə çox gözəl bir şeydir. Çünki mükafatla hədiyyənin fərqi odur ki, mükafat nəyinsə müqabilində verilən bir şeydir. Şərt qoşulur da. Hədiyyə üçün bir şərtə ehtiyac yoxdur. Bəli. Ürəyimdən gəldi, bunu sənə aldım, bitdi. Səndən heç nə gözləmirəm. Amma mükafatda gözləyirəm. Bəli. Oldu. Bu mənada o əxlaqi, etik problemlər mükafatda ortaya çıxır onsuz da. Və nəticədə nə olur? 1. Burada öyrənmə gerçəkləşmir. Burada gerçəkləşən şey mexaniki işdir. Mən bir an öncə onun nəticəsini əldə edim. 2. Sənin qabiliyyətin o nəticədə əldə eləyəcəyin mükafatdan daha arxa plandadır. Daha əhəmiyyətsizdir. Məsələn, bağçadır, uşaq rəsm çəkdi, gözəl rəsm çəkdi. Müəllim də ona dedi ki, sənə bir ulduz. Ulduz mükafatda da. Bu uşağın möhtəşəm bir qabiliyyəti var da, çox gözəl bir rəsm çəkib. Bu daha dəyərlidir, yoxsa ulduz? Təbii ki bu. Ancaq nə oldu nəticədə? Uşağa nəyi öyrətmiş olduq? Yəni sən bu qabiliyyət zad bu heç. Buna bax. Uşaq gedib evdə nəyi göstərir? Uşaq nə ilə fəxr eləyir? Nəyə sevinir? Ulduza. Hansı ki bu bizim öyrəndiyimiz bir şeydir və yanlışdır. O uşağın ən böyük mükafatı onun qabiliyyətidir. Mən ondan daha yaxşı mükafat verə bilmərəm ona. Yəni normalda verdiyim ondan daha yaxşı olmalıdır da. Ulduz ondan daha yaxşıdır. Ulduz nədir şey? Getdi ittibatda. Bu bir qabiliyyətdir. Mən ona belə baxacam, deyəcəm ki, çox xoşuma gəldi, deyəcəm. Afərin belə deməyəcəm. Mənim afərimdən nə ehtiyacı var ki onun? Yəni gözəl rəsm çəkir də. Niyə mənim afərinimə möhtac olaraq gəlsin ki bu dünyada? Lazım deyil. Daim hər yerdə afərin gözləsin. Bəli, heç bir şey lazım deyil. Yəni onun gözəl qabiliyyəti var və bunu ortaya qoydu. Bax, buradan başlayır. Bildiniz, onu biz öldürürük. Aradakı o şeyi bastırırıq. Görünmür. Yəni, əgər bunu oxusam, bunlar, baxın, rüşvət şeyinə keçir artıq. Və uşaq sabah deyir ki, bunu ver və bunun axırı yoxdur, iş orasıdır. Və elə bir hal varmı ki, orada mükafat normal hesab olunsun, məqbul hesab olunsun ya da hansısa növü heç olmasa? Mən elə bir hal bilmirəm. Mən elə bir hal bilmirəm. Bununla bağlı çox araşdırmalar var, çox tədqiqatlar var, aparırlar. Hamısının gəldiyi nəticə ilə qalın kitablar yazıblar bununla bağlı. Hətta kitabın birinin adı belədir. Məni mükafatla cəzalandırma. Cəzalandırma, hə, bilirəm o kitabı. O adda 2 kitab var. Biri daha qalın bir kitabdır. Kölnün yazdığı, amma başqa da var. Yəni bunlar amma çox elmi tədqiqat, yəni bir nəfərin deyil. Bir çox sahədə burada tədqiqatlar aparılıb, o tədqiqatlar bir yerdə toplanılıb olub kitab. Yəni hər o bir kitab elə bilin ki, bir rahat bir 100-150 kitab deməkdir. Yəni çünki ən azı o qədər tədqiqatı ehtiva edir özündə. Ona görə də baxırıq ki, xeyr, bu belə deyil. Yəni mükafat məni o işdən zövq almağa da qoymur. Normalda zövq alacağım bir şeyi artıq zövq almadan edirəm. Bununla da bağlı Cambridge Universitetində Schultz var. Onun araşdırması var, professor Schultz'un. O nə edir? Deməli, meymun üzərində bir araşdırma aparır. Meymuna almanı göstərir. Əslində o bu araşdırmanı aparanda təsadüfən bu şey ortaya çıxır. Meymuna almanı verəcək, meymun alma istəyir, almanı verəcək. Almanı yeyəndə meymunda dopamin hormonu, xoşbəxtlik hormonu ifraz olmağa başlayacaq. O baxır ki, hələ almanı verməyib, alma qəfəsin qarşısındadır. Meymunda artıq dopamin hormonu ifraz olunmağa başladı. Çox maraqlı gəlir buna. Yəni hələ əldə etmədiyi o istədiyi şeyi əldə etməyi düşünəndə belə onda artıq dopamin hormonu ifraz olunmağa başlayır. Bu gün bu bizə artıq məlumdur. Belə ki,
Məsələn, mən çox istəyirəm falan ölkəyə getməyi, gəzməyi. Və mən getdim, bilet aldım. 1 ay sonra ora gedəcəm. Artıq məndə dopamin hormonu ifraz olmağa başlayır. Bəli. Gedəndə də olunacaq, amma indidən başlayır. Mən bilirəm ki, neçə gün qaldı deyə məndə o hormon ifraz olunmağa başlayır. Bu artıq bu gün bilinir. O vaxtı bunu təsadüf nəticəsində ortaya çıxarır ki, sən demə əldə etmədən də artıq dopamin başladı. Sonra bir sarı işıq qoşur, sarı işığı yandırır, sonra almanı verir. Daha sonra sarı işığı yandırır, sonra almanı verir. Meymun sarı işığa reaksiya göstərmir. Amma bir müddət sonra artıq meymun anlayır ki, öyrənir ki, reflekslə sarı işıq daha sonra almanın gəlməsi deməkdir. Ona görə də elə sarı işıq yanandan artıq dopamin ifraz olunmağa başlayır. Əsas məsələ bu deyil. Əsas məsələ nədir? Bir müddət sonra sarı işığı yandıranda artıq dopamin ifraz olunmamağa başlayır. Sarı işıq bir mükafatın gələcəyini göstərir. Və öyrəşəndən sonra meymun buna artıq dopamin ifraz olunmur. Bəli. Bu səfər nə edir Şults? Almanı üzümlə əvəz edir. Yenə dopamin ifraz olunmağa başlayır. Yəni uşaq mükafata öyrəşdiyi zaman artıq dopamin ifraz olunmur, artıq zövq alma bitir. Sən indi məcbursan bunu daha başqa bir mükafatdan əvəz. Bu harda qurtaracaq? Bunun axırı haradır? Yoxdur. Bunun sonu yoxdur. Və o sabah gələcək öz məsələn, uşağın məsuliyyətində olan hər hansı bir şeydən ötürü biz ona deyirik ki, bunu elə, sənə bunu verəcəm. Məsələn, dərs oxumaq bir uşağın məsuliyyətində olan bir şeydir. Ya da nə bilim yerini yığmaq bir uşağın məsuliyyətində olan bir şeydir. Oyuncaqlarını toplamaq bir uşağın məsuliyyətində olan bir şeydir. Biz ona deyirik ki, bunu elə, sənə bunu verəcəm. Bəli. Sonra deyir ki, məsuliyyətsizlik. Məsuliyyəti əlindən aldıq. Sonra sabah o böyüyəndə da ona bunu eləyən olmayacaq da. O baxacaq və bir üzərinə düşən bir hərəkəti yerinə yetirməyəcək və baxacaq ki, bunun nəyin müqabilində mən eləyim ki? Axı məsuliyyət şüuru formalaşmayıb. Bu da mükafatın zərərlərindən başqa birisi. Mükafat eyni zamanda ona görə cəzalandırmadır ki, misal, mən bir müəlliməm, bir uşaq uğur qazandı, onu çıxartdım sinifin önünə, dedim ki, uşaqlar alqışlar. O uşaqların hamısı onu qısqanır və qısqandığını alqışlamaq məcburiyyətində qalırsan. Bəli. Uşaqların duyğularını düşünün. Ya da Heç o bir uşaq onu şərəf sevinə lövhəsində bilməz. asılan şəkillər də eyni nəticə verir. Eyni şeydir onsuz da. Yaxşı, bu mükafat alan uşaq var ha, o çox xoşbəxtdir. Xeyr. Araşdırma göstərir ki, onun təşviş səviyyəsi oradakıların hamısından yüksəkdir. Bilirsiniz niyə? Buna mən davam eləməsəm nə olacaq? Sabah bu nəticəni əldə eləməsəm nə olacaq? Artıq onun problemi başlayır o adamda. Yaxşı şey elədik ki, güya. Görürsüz, onlara da zərər, buna da zərər. Amma başqa gücümüz çatmır deyə biz bunu yerinə yetiririk. Kaş ki, başqa dediyim kimi, yəni onlarla üsullar var. Düşünüb tapmalıyıq, amma gedib mənə əzbər üsul öyrənməli deyilik. Bir dənə baxmalıyıq ki, mən necə bir şey eləyim. Və birisi bir uğur əldə eləyəndə onu təbrik etməyin bir dərəcəsi olmalıdır. Və mən, yəni övladım, nə bilim, filan yerdə birinci yerə çıxdı da, filan sahədə birinci yerə çıxdı. Mən əgər sevincimi, belə demək mümkünsə, idarə edə bilmirəmsə, mən özümdən çıxıramsa, nə bilim, statuslarda, orada, burada, filan da belə, yəni də dayanmıramsa mən uşağıma verdiyim mesaj budur. Bax, xəbərin olsun. Səni buna görə sevirəm. Sənin dəyərin budur. Sənin dəyərin budur. Vay o hala ki, bir gün bunları eləməyəsən. Yəni heç bir uşaq statuslarda gəzmək istəməz. Heç birinin heç şəkil çəkdirmək dərdləri yoxdur. Heç sevmirlər də. Bəli. Amma onun duyğusu önəmli deyil ki. Mən çəkmək istəyirəmsə çəkdirəcək, qurtardı getdi. İndi görün diqqət mərkəzində daha çox uşaqlardır, yoxsa biz. Alışqanlıq dediniz, Nizami Gəncəvinin gözəl cümləsi var. Deyir, bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da. İndi tutaq ki, əgər bir alışqanlıq yaranıb uşaqda. Nəsə verməsən,
o istədiyimizi eləməyəcək məsələn. Neynəsin valideyn bunun öhdəsindən necə gəlsin bəs? Bunu yavaş-yavaş aradan qaldırmaq lazımdır. Əlbəttə olmaması daha yaxşıdır, amma artıq olubsa, bunu yavaş-yavaş aradan qaldırırıq. Necə? Yəni biz baxırıq ki, tutaq ki də, yəni hər bir davranışına biz bunu vermişik. O zaman bəzilərini artıq azaltmağa Çıxdaş eləmək başlayacağıq. lazım. Yavaş-yavaş amma. Çünki buna öyrəşib Birdən-birə. uşaq dəli olar. Yəni ki, bu həyat nə oldu? Başqa cür mü oldu? Başqa ölkəyə mi köçdük? Nə oldu ki? Yəni ona görə yavaş-yavaş bunu aradan qaldırmaq lazımdır. Amma bunu da bu şəkildə aradan qaldırmırıq. Da yox, bundan sonra da bunu elədin, elə bu sənin öz məsuliyyətindir. Ta bundan sonra bunu sənə verməyəcəm desəz olmaz. Bunu o qabiliyyət hissəsinə, məsuliyyət hissəsinə, o etdiyi nədirsə, onu ön plana çıxararaq bunu da belə alıb şey eləyir. Onsuz da o sən elədin ha, o daha vacib idi, o əla idi. O belə bax yenə ora vurğular edərək yavaş-yavaş bunu ortadan tamamilə qaldırmaq lazımdır. Ki bundan xilas Bir ola müddət bilsin. sonra da məsələn uşaq 14 yaşı, 15 yaşından sonra deyirəm, olanda bunu rahatlıqla onunla oturub danışmaq olar. Sevgili oğlum, qızım, Belə-belə mən indiyə idi. qədər belə. Sonra mən baxdım ki, mən neynəmişəm? Nə böyük səhv imiş bu. Həqiqətən mən bunun üçün səndən də üzr istəyirəm. Yəni Uşaq da başa çünki mən düşəcək. səni belə, o şeydə əlbəttə heç kimin bir daha rüşvət almayacağını eşitməsi ona xoş deyil. Bir də onu əldə eləməyəcək də, belə bir durum var. Yəni bu durumda uşaq anasına ya da atasına belə eləməyəcək. Yəni oldu, mən səni başa düşürəm, narahat olma, bundan sonra mən belə eləməyəcək. Evet. Problem də çıxara bilər, anlamaya da bilər, önəmli deyil. O hissələr önəmli deyil. Biz öz içimizdəkiləri, düşüncələrimizi və doğrunu ona dedik. Yəni ortada bir doğru varsa, sən özünü yaxşı hiss etməyə bilərsən. Bu çox da problemli bir məsələ deyil. Eyb yox. Amma daha sonra onsuz da görəsən ki, mən neyim. Çünki mən sənə eyni zamanda sənin daha sonra insanlara yanaşma fundamentini qoyuram. İnsanlarla belə münasibət qurmaq olmaz axı. Yəni bunu elə belə, salam ver, bunu belə eləyim, bunu belə olmaz da. Yəni bu yaxşı bir insani münasibət deyil. Bizim aramızda heç bir vasitə olmamalıdır. Hələ rüşvət tipli, mükafat tipli. Elmir bəy, dəvətimizi qəbul eləyib gəldiyinizə görə sizə dərin təşəkkürlüyümü bildirirəm. Çox sağ olun. Təşəkkür Mən edirəm. inanıram ki, valideynlər üçün bu mövzu vacib mövzulardan biridir və ümid eləyirəm ki, onlara faydalı olar. Çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. Sizə kiçik bir hədiyyəmiz də Çox var. sağ olun. Qəbul eləyin. Çox sağ olun, minnətdaram. Bu gün mükafat və cəza mövzusunda xeyli suallara toxunduq, müzakirələr elədik, amma elə bilirəm ki, biz valideynlər də gərək özümüzə bu sualı verək. Bəlkə cavab tapacağıq. Bir uşaq nə isə bir yaxşı davranışı cəza almamaq üçün eləyirsə və ya həmin yaxşı davranışı mükafat almaq üçün eləyirsə, o yaxşı davranışı öyrənmiş olurmu? Və tərbiyə mövzusunda da unudulan bir həqiqət də var. Uşaq özünü nəsə elədiyi üçün yox, kim olduğu üçün dəyərli hiss eləməlidir. Smart Sağlam İnkişaf platformasının təşkilatçılığı ilə Valideyn Bələdçisi podkastını izlədiniz. Dəyərli olun, dəyərli hiss elətdirin. Məncə əsl mükafat da onda olacaq. Sağ olun, növbəti görüşlərədək.